İndi deyim müəllimə sizə. Hə, Bunu baxın demişdim ki, qarşımıza çıxma bilirsin. ehtimalı yüksəkdir. Əvvəla müəllimə Ha, baxın. Burada baxacağımız hissə, bunu mən izah da eləmişdim sizə ad dilini. bilirsiz. Hə, Hə, ad hissəsinə a, baxın. Hökmən vacib olan buradır. Gedib soyaddan işini axtarmırıq. Gəlirəm, işim mənim ancaq adlandı. Bunları atdım, getdi. Baxın, ancaq ad hissəyə baxırıq. Tamam. Keçirəm digər hissəyə. Görək nə deyir bizdə. Əvvəla deyir ki, müəllimə, begin with. Zaten biz bilirik ki, hərflər başlaya bilər də. Begin nədir? Başlasın. Başlasın with-də ilə. Yəni deyir ki, ə ilə başlasın. Bax, müəllimə, bu onu demək istəyir ki, ə ilə başlasın. Bax, bura deyir ki, ə ilə başlasın. Tamam. Baxıram ki, ə ilə başlayam. Müəllimə, burada and verib. Yalnız və yalnız deyir ə ilə. Görün, bura bitən bir şey yazıb, yazmayıb. Sadəcə yazıb ki, ə ilə başlayanları götür seç. Gör gizlənənlər hansılardır. Gəlirəm ə ilə başlayan Əhməd, Əli, Əliyar. 3 dənəsi müəllimə görsənəcək. Baxın, 1, bax 3 ekrana çıxacaq. Əhməd, Əli, Əliyar. Ekranda bunlar görsənəcək. Görsənəcək. Gör, 3-ü. Görsənəcək. Bəs neçəsi deyir gizlənəcək? O görsənməyənlər var da müəllimə yadınıza göstərdimsə gizlənir arxa planda. Hə. 1, 2, 3, 4, 5 dənəsi nə edəcək? Gizlənəcək. Görün aydın. hə, müəllim çox asaddır. Görünəcək, biz yadda saxlamaq lazım. Hə, deməli ad yerinə qəşəng izah eləmişdiniz ya müəllimə. Ad gələn, oranı tapa bilmədim. Hə, ad gələn yerinə Allah, elə yoruluram qızım, elə yoruluram. Əhməd, Əli, Əliyar. Deməli 3 nəfər. Bəli. Begins, yəni begins görünsün. Hə, begin yox, deyir başlasın ə ilə. Bax o deməkdir bu. Başla ə ilə, başlasın, aha, ə ilə. Ənddir. Hökmən ə ilə başlasın. Vacibdir ə ilə başlamağı. Ənd bilirik ki, ancaq bir dənə olmalıdır da. Hə, vacib hökmdür, vacib qoyur bizə. Onu başa düşdüm. İndi deməli görsənməyəndə olmalıdır. Onda Tahir, Samir 3 buradan, 4 buradan, 5 buradan. Ay sənə yeyibəm. Və dedim ki, mən həmişə sona diqqət yetirin ki, gizlənəcək, görsənəcək. Görsənən bunlar, gizlənən onlardır. Görsənəcək, yəni başqa, onu verib başqa bir şey. Məsələn, bunu da deyin görüm, bu 28-i. Siz deyin. Hə, bax 28-i yazmışam. 28-i deməli and kiçik olandır. Yəni ki 400 manatdan burada qeyd eləmişik 400 manat. Bəli. And is greater than, yəni ki kiçik olan. And kiçik olandır. 400 manatdan kiçik olanları tapırıq. Kimlər 400 manatdan kiçik olanlar? Böyükdür müəllimə, böyük. Grit böyükdür. Bu variantda nə yazmışam? Hə, grit böyük olanlar. Böyük olanlar. Gedirsiniz, maaşınıza baxırıq. Maaşa. 400-dən böyüklər. 1, 2, 3, 4, 5 dənəsi. 1, 2, 3, 5-i görsənəcək. 1, 2, 3-ü də gizlənəcək. 3-ü gizlənəcək. Gizlənən hissə. Belə. Böyük, 400 manatdan böyük. Bəli, bəli. 400-dən böyüklər, yerdə qalanlar da gizlənəcək. Aha, bu da belə. Bu da belə. Bunu da başa düşdük. Bir də müəllimə, bax məsəl üçün o var idi diapazonda B1 2.B9 deyəndə mən onu bilirdim ki, B1 ilə B9-un cəmini götürürəm. Amma B1 virgül B9 olanda ancaq bir B1-də dayanı götürürəm, bir də B9-da dayanı götürürəm. Desə ki, sum, məsələn deyirəm, sum, məsələn, desə B1, desə ki, bir də, məsələn, C9, məsələn. B1, C9. Nöqtə vergül olanda və qarşısında sum olanda, sumdur, bu suma aiddir, count-a aiddir, sonra average aiddir, fərqi yoxdur, bunlara aiddir. Gedir bir dənə B1-i götürür, B1-də məsələn 5 götürür. Bir də C9 xanasının daxilində, məsələn deyirəm, atıram, tutaq ki 15 durub. Götürüb ikisini cəmliyib yazacaq 20. Ancaq diapazon olanda çəkir B1-dən, bax, B1-dən C9-a qədər bütün xanaların hamısının daxilini tapır. B1, B2, B3 və belə. Sonra belə də, yəni bu formada, yəni onu başa düşdüm. Deməli, əgər 2 nöqtə varsa da bütün bir diapazonu bütöv götürür. Amma B1 virgül və yaxud da ki nöqtə
nöqtə vergül olur da, nöqtə vergül C9 olanda ancaq Hə. B1-dəki tutaq 3-dür, C9-dakı 9-dur. Hə, Bunu bizdə hesablayır müəllimə eləyir demişdim ki, 12. powerə aid deyil bu. Power qüvvətdir. Powerin qüvvət olduğunu bilirsiniz də. Hə, P1 Qüvvətdə, qüvvət. hə, məsələn yazacaq ki, A2, məsələn, vergül 5. Bu nə deməkdir? A2-dəki xananın qiyməti 3, 3 üstündə 5 eləyəcək neçə il 3 nəsə də, yəni 3 üstündə 5. 125. Hə. 243 məsələn. Yəni diqqətli olaq müəllimə. Powerdə vergüllə ola bilər. Nöqtəli vergüllə də ola bilər ha powerdə. Olsun. Yazar ki, powerdə A2 nöqtə vergül məsələn ha B5. Nə deməkdir? Deyəcək get A2 xanasını bax bu söhbət powerdə. Power gördünüz bil ki, qüvvətdir. Deməli bu xananın daxilindəki öz qiymətidir. Bu da onun B5 də onun qüvvətidir, qüvvəti. Bu powerə aid deyil, bax dediyim kimi. Yerdə qalanlar olur. Hə, power. Çünki power müəllimə, Yerdə powerin qalanlar. biz qüvvət olduğunu bilirik. Yaxud ki, power qüvvətdir də, yəni. Nə isə qüvvətində olmalıdır ona görə. Yerdə qalanlar olduğu kimi davam edir, gedir. Aha. Sonra burada həll eləmişəm. Bir də müəllimə, buradan qaldım ki, Hansında müəllimə? ya, 44-ü həll elədim, amma çox qəribə idi. Cavabların hamısı eyni. Burada qaldım. Belə eyni deyə müəllimə, bax, buradan Y3-dəki qiyməti, Y4-dəki və Y2-dəki qiymətləri. Əvvəla buranı dənə-dənə tapmalıydınız. Yəqin ki, tapmısınız. Bərabərdir. Deyir ki, A2. A2-də neçə durur? 3 durur. 3. Üstə gələk. B3-də neçə durur? 15. 15-də 2-yə vuranda 30. Çıxaq 6. Bu deyilir 33. 33-dən də 6 çıxanda qalır 27-si. 27. 27. Bunu tapdım. Hə. Bura nədir indi? Bunları tapdım. Sonra eləyə bilmədim. Bu hamısında eynidir. İndi Oraya qoyaq yazmışdım. müəllimə. A4 nədir? A4 8 üstə gələk. C2 bir dəqiqə C2 deməli C2 6-dır. 6-nın 2 12. Üzərinə gəl 5, o deyir 25. Axı fərqlidir müəllimə. 25-dir, 27, 25 fərqlidir axı. C5, C3, C3-ümüz nədir? 2-dir. 2-ni 5-ə vuracam, eləyəcək 10. Üzərinə gələcəm D, 2-nin qiyməti. D2-miz neçədir? 15. Üzərində gələcəm 3. Bu da eləyəcək, neçə eləyir? 28. Tapdıq müəllimə. Deməli, Y1 xanba, Y1 bərabərdir 27. Y2 bərabərdir 25. Y3 bərabərdir 28. İndi get uyğunlaşdır. Məsələn, Y1-i Y2 əsaslı. Y2, Y3, Y4. Hə, Y2, Y3, Y4. İndi baxıram Y2. Y2-də durur 27. Baxın, 3-ə uyacaq müəllimə A. Baxın, Y2-də nə durur? 27. Bax, buranı bir qara oldu. Buranı sərgənə düzəldim. Bax, tapdıqlarımı bura yazdım. Bax, müəllimə, Y2-yə nə yazmışam? Bax, 27. Y3-ə nə yazmışıq? Y3-də nə idi? 25. Y3 25. Burada Y4-dür. Y4-də də 28. İndi get uyğunlaşdır. Əlimdə Y2 də var, Y3 də var, Y4 də var. İndi Y2. Y2 3-də durub. 3-ə nə uyacaq müəllimə? 3-ə uyacaq A. Sonra. Hə. 25. 25 hardadır? Y3 xanası. Y3 xanasına uyur 25. 1-ə də baxın, 1-ə də uyacaq C. Bax, elə bunun da qarşısından C, bunun qarşısından A. Y4-də nədir? 28. Y4-də də yazacağım Y. Deməli, C, Y, A. Deməli. C, Y. Bir fikir verirsiniz müəllimə. Bütün variantlarda C, Y, A yazıb. Müəllimə, olsun da olsun. O səhv. Əsas odur ki, müəllimə, heç variant da istəmirəm. Elə bunu bir dənə başa düşür. Bura qədər başa düşdürsə kifayətdir. Bir də mənim 45-ə də baxardı. Əlbəttə baxaq 45-ə də. Deməli, görək nə deyir bizə. Deyir ki, A2 xanasında olan sum B3 xanasına köçürəndən sonra alınacaq düstur neçə müxtəlif xanaya istinad edildiyini müəyyən eləyin. Hə, neçə müxtəlif xana? Əvvəla mən bura yazıram A2 xanasında bu düsturu. Sum, deməli D2, diapazon, Y5. Üstə gələk $4. Vuraq 2. Deyir, bunu köçürt B3 xanasına. B3 xanasına köçürəndə S olduğu kimi qalacaq. A-dan B-yə gedirəm deyə bir vahid artır.
Sətir də, sütun da hər ikisi bir vahid artır. D-dirsə olacaq Y. Bu olacaq 2-dirsə olacaq 3. Diapazonu qoyuram. İndi baxıram, Y-dirsə olacaq D, olacaq 6. Üzərinə gələcəm müəllimə belə deyək, dollar Beş. 4, vuraq 2. Bizdən müxtəlif xanaların qiymətini soruşur, düzdür? 4 artmadı müəllimə. Y4, Y5 olmadı. Axı müəllimə Y5 olsun, lap Y5 olsun. Müəllimə söhbət xanadan gedir. Deyir ki, baxın, deyir bunu çevirdik. Keçirtdik, düzdür? Aha, bir dəqiqə rəngi üst-üstə düşdü deyə. Tamam. Y4, Y5 nəysə. Burada baxın, deyir ki, neçə dənə müxtəlif xana var burada. Yəni baxın, neçə müxtəlif xana istinad eləmişəm. Biri Y-dir müəllimə, biri D-dir, yenə Y-dir. Neçə dənə müxtəlif var burada? 1, 2 dənə. 3. Axı bu da Y-dir. Hə, deməli 1 oldu nə? 1 oldu. A-dan gəl xana. Aha. Y-dir. Xanalarımız budur da. Aha. Bir Y xanasıdır, bir də D xanasıdır. Qalan hamısı yerindədir. Bu birisi də Y-dir də yenə. Burada. Burada E-dir, E. Hə, orada Y-dir. Eynidir də, Y-lər baxın, eynidir axı. Hə, Y-lər eynidir. Yalnız Y bir də oldu D. Cəmi 2 xana. Bilməm, cavabı nədir? Yox, heç cavaba da baxmadım. Dedim, görüm bu nədir. Yox, odur. Odur, başqa heç nə deyil. Bunun MTQ testlərində aksesdə çox səhvlər var. Bildiyiniz, yəni cavablar dəyişən vəziyyətdədir. Akses, hə. İndi müəllimə buradan qabağa gedək. Aha. Qabağa gedək də burada məsəl üçün bunları həll eləmişəm. Aha. Bir dənə müəllimə, bir dənə bu nədir? 41. İstəyirsiniz 41 izahda var, onu tapıb yadıma salaram. 41 nədir? Baxaram müəllimə, baxın, bir də deyirəm onu, baxın. Bax müəllimə, bir dəqiqə kiçildək buranı. Əvvəla bax, heç şərti uzun-uzadı yazıb, heç mən buranı oxumuram, daha önce əzbərləmişəm elə bil oranı. Heç dərin şeyə varmayın, neyinirsiniz? Görün nə deyir ancaq burada. Burada məsələ, bax, burada düstur sürükləməsidir. Bizdə bunu soruşur. Əvvəla baxıram ki, müəllimə, bu deməli dollardan manata çevirib. Dollar, məsələn, 1 dolların deyir qiyməti 1.70 manatdır. Deməli, müəllimə, mən bunu dollarla hesablayacağam. Ancaq alacağım dəyəri manata çevirəndə vurmalıyam da. Axı, dollar bizim pulumuzdan çoxdur. Bax, bunu buradan bilirik. Deməli, baxırsınız, getmişsiniz mal almağa. Alış qiyməti bunun 50 dollar götürək. Alış qiyməti. Hə, siz 50 dollara almışsınız, müəllimə, bu məhsulu. 80 dollara satmışsınız. Gəlir əldə edirsiniz, düzdürmü? Bax, 50 dollara alanda 80 dollara satmışsınız, sizin nə qədər gəlir əldə edirsiniz? Bir məhsulda 30 dollar əldə edirsiniz. Bir məhsulda. Hə, bir məhsulda 30 dollar əldə edirik. Dedik ki, 50-dən 80 çıxmayacaq. Mənfi deyə axı bizdə gəlir zaten mənfi ola bilməz deyə müəllimə. Deməli, mən bax, bura yazıram 80-dən. Bax, hələ düsturu təyin eləmirəm. Bax, mən bunun üstündə hələ işləyirəm. Əzbərləməyək də, yəni bəzi şeylər. 80-dən 50 çıxıram. Çıxdım. Aldığımı müəllimə. İndi mən bu bir məhsul üçündürsə, 10 dənə deyir al. Alışın sayı 10 dənə deyir almışam bu nədirsə. 10 dənə almışam bundan. Və müəllimə, bu aldığım dollarlandır. Mənə deyir ki, get keç manata. Mən də bunu 1.7 manata vururam. Görün, hələ bura qədər başa düşüldü. Hə, 80-dən 50 çıxdım. Onu da vurdum ona. Hə. Niyə ona vurdun? 30. Bax, burada bax, təzədən müəllimə, bax, ikincində yazın, başa düşün. Bax, 50 çıxaq 20. Bax, ikincində yazıram. Vururam 7-yə, bax, say olaraq. Vururam 1.7 manata. Bu müəllimə, görsə hamısına təkrar oluna gedir. Bax, bir də yazsam. 70-dən çıxıram 30-un. Vururam, baxın, neçə dənədir? 5-ə. Vururam yenə 1.7 manata. Burada təkrarlanıb təkrarlanmayanlara baxacaqsınız ki, nə təkrarlanır, nə Burada ümumiyyətlə hər zaman sabit qalan, bax bu 1.7 manat, görürsünüz, dəyişəcək bəyəm? Yox. Heç birində dəyişməyəcək. Dollar dəyişmir axı. Deməli, mən bunu hansı xanadadırsa, bunu mən mütləq ünvan götürəcəm ki, dəyişməsin. İndi baxıram, 80 harda durub? 80 durub C5 xanasında. Bax, düsturu yazıram yerinə. Bax, yuxarıdan yazıram. Bir dəqiqə bunu çəkirəm, yuxarı yazıram. Dəqiq, aşağını ya da silim elə 16-cı. Bunları başa düşdüksə, artıq gəlin bir dənəsinin üzərində yazaq düsturu.
Aha. Deməli 80 harda durub? Durduğu yer C5 xanasıdır. Çıxaq. 50 harda durub? Deməli B5 xanasında. 10 harda durubdu? D5 xanasında. Vuraq D5-ə. 1,7 harda durubdu? Baxıram ki, B2 xanasında durub. Yazıram B2, ancaq bunun da hər tərəfindən mütləq ünvandan verirəm. Görün, gedirsiniz buna oxşar, yəni indi burada fərqi yoxdur. Yəni B2-ni əvvəldə də verə bilər, sonda da verə bilərsiniz. Fərqi yoxdur. Cavab olacaq B variantı. Baxın, C5-dən B5-ə çıxıb baxın, müəllimə D5-ə vurub, bu da dollar. Yəni dəyişməyən, yalnız dəyişməyən B-dir, bir də ikinci xanadadır. Hə, B2 xanası. bəli. Deməli, bu oldu B2 xanası. Mhm. B2 xanası. B2 də yuxarıda 1,7-dir. Buna əsasın. Oldu. Sualınız var mı? İndi yox, hələ getməmişəm, o tərəflərə kimi getməmişəm. İndi müəllimə nə tər eləyək? Bunu mu qutaraq, yoxsa Python-a mı başlayaq? Mən bunlar nə tər deyirsiniz? Yaxşı nə tər olar? Yaxşı belə deyim ki, mən Excel demək olar ki, mən artıq dimi bitirmişik Excel-dən, düzdür? Dimi bitirmişik. Orada Excel-dən dediyim ki, artıq müəllimə əsas şeylər deyilib. İndi daha da yüksək nəticə əldə etmək üçün Coderanı işləmək lazımdır. Lap yüksək nəticə. İndi Coderanı gedirəm. Coderanı gedirəm. İndi müəllimə belə eləyim. Gedirəm. Mən də özüm üçün gün ayırım. Məsələn, tutaq ki, günün 4 saatını otururam nədir, Coderan Excel-nə. İndi istəyirsiniz keçək o dediyiniz o operator var, Python-a. İndi onları keçəcəm, hə. İndi bir dəqiqə, mən Python-ı sizə necə keçim? Necə? Mən telefonu. Yəni sıfırdan keçəcəm sonra, yoxsa belə? Necə? Yox, məlumatım var. Python-dan, while-dan, nə bilim, for-dan, hələ ki onlardan məlumatım var. Təkrar gələndə mən o bölmələri sınaq verərsiniz, işləyərik. Verəcəm, indi verəcəm. Burada mən bir dəqiqə, indi izaha keçməmişdən əvvəl 1-2 məqamı sizdən soruşum, mən tam əmin olum sizdən. Birinci, orada sıxıntı yoxdur. Mən bilirəm də, harda var da, onu dəqiq bilirəm ki, asan şeylər. Deməli, bir dəqiqə. Burada heç bu nəzəri suallar elə də düşəsi deyil, vacib də deyil. Mən 1-2 sual verim sizin üçün. Mən elə ki sıfırdan 1-2 sual verəcəm, sonra davam eləyək. Buyurun. Mən görüm, sətirlə sətri toplayanda nə olur? Sətir ikisi də dırnaq arasındadır da. Tutaq ki, yazıram salam, dünya. Bəli. Nə olur? Salam, dünya. Sətirlə sətir toplananda yanaşı yazılır. Aha, birləşir. Bəs sətri sətrə vuranda? Olmaz, xətadır. Sətri sətrə xəta verir. Sətri sətrə vurmaq olmaz. Bəli, doğrudur. Bəs yaxşı, sətirlə ədədə toplayanda, bəs sətri ədədə vuranda? Sətri ədədə də vurmaq olmur, müəllimə. O da xəta verir. Sətri ədədə? Niyə ki, müəllimə? Baxın. Sətri, bircə dəqiqə, sətri vururuq ədədə. A sətrini. Bunda da elə bil yanaşı yazılırdı. Yox, yanaşı yazım. Proqram açılsın. Bax, müəllimə. Məsələn, yazıram ki, A bərabər olsun. Deyin yadıma düşəcək. Məsələn, 54-ə. Deyirəm onda B də bərabər olsun, məsələn, 3-ə. İndi deyirəm ki, print. Yox, elə yazıram. C də bərabərdir. Baxın, C bərabərdir. A vuraq B. Deməli, yazıram A vuraq B. Yazıram print. Print C. Bax, gördünüz müəllimə, neynədir? 3 dəfə yanaşı yazdı. Sətri ədədə vuranda özü qədər 3 dəfə təkrarlanmış olur. Sətri sətrə vura bilmərik. Aha, bu da belə. İndi müəllimə, gələk. Bəs yaxşı, split nə iş görür müəllimə? Split ayırır, bölür. Boşluqdan bölür. Məsələn, bax, buradakı 19 tipli sualda necə olacaq splitlə verəndə? Çünki mən bilim müəllimə ki, sonra keçək o hissələrə. Buyurun müəllimə. Split deməli neyir? Salam yazıb elə, split A. Deyir, A sətrini böl hissələrə. Bölür burada S, vergül,
D bəndi. S virgül, L virgül, M virgül. Ha, belə deyək də listə çevirir, daha sonra Yəni, tek parça listə verir. çevirir, sonra onu E, bilir. aha, bəs strip nə iş görür? Strip. Strip hansıydı strip? Strip. Aha, strip belə yazılır. Strip. Siz bunu deyin gəlin müəllim. Stripi deyin bir dənə zəhmət olmaz. Özümə söyləyim. Stop. Stop. Split. Müəllimə, strip nə iş görür? Aha. Mənim split bölürdü. Bu stop nədir bə? Stop nədir müəllim? Stop. Strip. Strip. O hansıydı? Yadımdan çıxdı. Müəllimə, strip kənar boşluqlardan bölür. Baxın, kənar. Məsələn, nəcəb qarşınıza çıxmayıb müəllimə, strip düşür əslində. Çətin bir şey deyil. Bax müəllimə yazır ki, məsələn, Biri var end. End. Biri var slash end. o başqa Biri şey. də var. Aha. Bunu Müəllimə, deyin strip görüm. bax, Strip. Strip, bax, məsələn, bax bir şey, salam sözünü yazmışam. Burada görürsüz, boşluq olduğunu görürsüz, düzdür? Aha. Strip kənar boşluqları yeyir. Stripin işi budur. Kənardakı boşluqları yeyir, salam yazır. Bax, birləşdirir belə. Ha, Sonra strip. bir şey də var. Yazıram A bərabərdir. Yenə də baxın. Y salam. Baxın. Y. Ayrı-ayrı yazmışam. Görürsüz bunu. Yazıram ki A nöqtə strip Y. Boşluqları 7-də bir yerə saldı. Boşluqlar getdi. Aha. Belə olanda Yenisi. daxildə verəndə yadda saxlayaq ki, bu daxildəki hərfləri gedir, yeyir, birləşdirir. Kənardakiləri yedi, bax, oldu belə. Strip vacibdir müəllimə. Buna da diqqət yetirin. Strip. Aha. İndi mən gəlim 1-2 məqamda qeyd edim, keçək. Join nə iş görürdü müəllimə? Birləşdirir. Aha, join birləşdirir. Deməli müəllimə, bəs yaxşı sep nə iş görürdü? Sep müəllimə, o vergüldən sonra sepdə nə yazılırsa, məsələn, tutaq ki, yazdım, oldu, tutaq ki, ora ət işarəsi qoydu. 39. Elə deyək, 39 üzərindən deyək. 39-un üzərindən. Aha. Burada var müəllimə. Yazır 1, 2, 3, 4, 5 sep. Sepinci sıra slash n. Deməli, burada sep hər dəfə araya salır, sep hər dəfə araya salır, slash n aşağı salır. Birinci sıra, slash n düşdü ikinci sıra, slash n üçüncü sıra, slash n dördüncü sıra, beşinci sıra artıq slash yoxdur. Yəni ki, A bəndi birinci sıra, ikinci sıra, üçüncü sıra, dördüncü sıra, beşinci sıra. 5-də olur ki, müəllimə, 5-ci sırada olur ki, B variantıdır cavab. Beşinci sıra olmur. Sep 5-də işləmir. Bəli, Axırda işləmir. Çünki ancaq Beşdə sep işləmir. belə deyirdik ki, vergüllər arasında işləyəcək də, lori dildə desə, sep vergüllər arasında işləmiş olacaq. Ancaq belə bu formada. Məsələn, C variantı ola bilməz. Çünki bir orada C ağzı baxı, 5-ci C. Bəli. Ona bilməz. 5-lə sepin arasında olan bir şeydir. Yəni onun da heç bir aidiyyatı yoxdur. İndi gələk müəllimə, mən bu dediyim terminallara, yəqin ki, artıq bu birislərdə məlumatlarınız var. Biraz. Sonra yenə də baxarıq. Onlar hamısına baxarıq. Narahat olmayın. İndi mən buradan testlər də verəcəm. Siz yazacaqsınız, sonra mən dənə-dənə baxacam izahlarına. Gəlirəm Python açım mən bir dəqiqə. O dediyiniz Python'dadır. O rast gəlməmişim o Python'da. Müəllimə, vacibdir. Adı Ternar operatoru. bilirəm mən. Heç burada görməmişim onu. Aha. Yox, müəllimə, testdə yoxdur. İndi mən onu testlər üzərindən özüm proqram yazacağam. Özüm proqram yazacağam sizin üçün. Amma sizdəki, yəni dəftərinizin bunu yazacağam, dəftərinizə köçürərsiniz. Oldumu? Yəni hər dəfə O Python qızım bir dəqiqə Python dəftərim var. mən onun üçün proqram düzəldirəm özümdən. Siz qeyd edib bir köşə yazarsınız.
Nə yaxşı Bedizayi müəllim o Terneri heç Yox. eşitməmişdim ha. Müəllimə mən hər şeyi narahat olmayın. Yeni şeylərin hər birini sizə deyəcəm, narahat olmayın. Kaş vaxtımda qabağıma da çıxaydı. Mən gör nə qədər irəli gedərdim. Heç nə olmaz müəllimə. Baxın, Ternar operatoru budur. Müəllimə, əslində bildiyimiz bir məqamdır. Sadəcə baxın, bu imtahanda müdavimin qarşısına çıxanda bax bu şəkildə yazılır. Baxın indi yazılışa. İndi bu ən asanıdır ha, müəllimə, asandır. Yəni, amma bu formada qarşımıza çıxanda deyirik, ya Rəbbim, görəm bunu necə həll edəcəyik. İndi mən asandan çətinə doğru gedib yazacağam. İzahına baxaq müəllimə. Aha, deməli müəllimə, burada baxırsınız ki, deməli burada yazıb ki, cavab ədəd cütdür if bunu 2-yə else ədəd təkdir. Burada bir şeyə diqqət yetirirsiniz ki, else-də artıq heç bir mənimsətmədən istifadə olunmur. Else-dən sonra da ümumiyyətlə qoşa nöqtə qoyulmur. Baxın. Biz normalda belə görmüşük həmişə. Baxın, if. Mən indi hər iki variantını sizin üçün yazacağam. Məsələn, A bölə 2 bərabərdirsə 0-a. Cavab belə deyək. Belə yazam bir dəqiqə. Yəni bizim sizlərin yəni həmişə gördüyünüz bir qayda budur. Məsələn, yazır ki, o zaman belə yazaq da. Cavab bərabərdir ədəd cütdür. Bax, biz bunu görmüşük. Ədəd cütdür. Ədəd cütdür. Else, sonra else, qoşa nöqtə, bax, hər birindən sonra qoşa nöqtə qoyurduq. Else, nə olacaq indi? Yazacağım cavab bərabərdir ədəd təkdir. Bax, müəllimə, bu yazılışdır. Təkdir. Print cavab. Baxın müəllimə, bu yazılışı, bu 1, 2, 3, 4, 4 sətirli deyir yazılışı, get bax, bir sətirdən ibarət elə. Bax, ternar operatoru bu deməkdir. Mənası budur ilk öncə. Bu qarşınıza çıxanda o qədər bu testlərdən işləmişik ki, rahat şəkildə bilirik artıq ki, burada məsələn nə iş görür? Deməli, ədəd cütsə deyəcəm cüt, məsələn, 8 vermişəmsə, 8-i 2-yə böldüm, deyəcəm cütdür, onda olacaq ədəd cüt. İndi bura baxanda necə? Öncəliyimiz ifə baxmaqdır müəllimə. İfin bir sağ qolu var, bir də baxanda sol qolu var. Bir də solu var bunun. Baxın, bir sağı var, bir də solu var. Ternar deyir ki, get 6-nı 2-yə böləndə 0-a bərabərdirmi? Sual verir. Hə desən, müəllimə, o zaman qayıtmalısan sol tərəfə. Baxın, cavab olacaq ədəd cütdür. Bu hamısında belədir. Et soruşur, budurmu? Deyirik, hə, budur. Aha. Amma yazılış qaydası belə fərqli. Yazılış fərqindən söhbət gedir. Yazılış fərqindən. İndi burada İndi bu operatorun adı nə oldu? Ternar. Ternar. Yazın, biz köşədən yazın Ternar operatoru. Ternar. Ternar operatoru müəllimi, yəni məsələ burada bir sətirdən ibarət olmalıdır. Deyir, yazacağın ifadə bir sətirdən ibarət olmalıdır. Ternar bunu istəyir. Biz həmişə else həmişə aşağı salırıq biz. Hə də həmişə. Else. Bizim müəllimə həmişə göz vizual baxış vardı. Həmişə necə yazmışıq, o cürə yazmışıq. Belə yazmırdıq axı. Amma indi deyir belə də yaz. İndi bu imtahanda adam gedib ilk dəfə vallah görəndə yəni çaşıb qalar. Çünki keçən il miqa düşmüşdü. Bu tip sual keçən miqa düşmüşdü. Heç kəs də yaza bilməmişdi. Təsəvvür, asan sualı heç kəs yaza bilməyib. Çünki müəllimə, belə baxanda heç kəs belə görməyib. Hətta S-dən sonra heç qoşa nöqtə belə yoxdur. If-dən sonra heç nə yox. Dedik, onda dedilər ki, səhvdir ümumiyyətlə proqram. Proqram səhv deyil, axı Ternar operatorudur bu.
Onda cavab nə çıxır müəllimə? Cavab Cavaba nə yazayım? Cavab cütdür, cüt. İndi mən birini yazacağam, siz yenə özünüz həll edəcəksiniz. Mən sadəcə belə istəyəcəm. Deməli, birini Başa yazıram. düşdüm. Cavab qarşısında müəllimə. Cavab. Ədəd Yəni yazıram qarşısında. Yazıram cavab ədəd cütdür. Bəli, ədəd cütdür. Gəlin rand eləyək. Baxım cavab formasına. Hə. Baxın, nə çıxdı? Ədəd cütdür. Dırnaqsız bir gir də. Sadəcə. Bəli. Sadəcə ədəd cütdür. Yəni istədim Oldu birinci. məqamda ki, onlar ki qarşınıza gəlib çıxanda, yəni standartdan kənar yazılış qaydası da belə deyək, həmişə gözünüz görmür. Necə deyim sizə? İstifadə olunmayıb da elə çox da ona görə. İndi yazıram 9, birini də yazıram. Deyirəm ki, A bərabərdir A. Deməli çıxaq, dəqiqə A çıxaq. A çıxaq 5. İndi birini də özümdən yenə yazım. If. Deyirəm indi bax müəllimə A. A-nı baxın bölürəm 2-yə. Sonra yazıram else. Else. Dəqiqə. Else. A üstə gələk 5. Aha. İndi deyir ki, print, mən də bunu silim, yazıram A. Aha. İndi gəlin bu suala baxaq. İndi müəllimə bu suala baxanda, yenə də bu ortada bir şərt görürsünüz. Baxın, bir şərt görürsünüz. Bax, bu şərtə çox diqqət yetirsəz. Deməli deyir ki, 9-u qeyd 2-yə böl. 9-u gedib 2-yə böləndə normalda neçə düşür müəllimə? 4. Hə. 9-u 2-yə böləndə qalıqda 4 qalır. Aha, qalıqda 4 qalır. Hə deyəndə, baxın, yazılış budur müəllimə, baxın. Dediyim kimi, görürsünüz, heç mən burada başqa bir şərt qoymamışam, ha, siz nəsə axtarasınız burada. İndi haranı qayıdıb həll edəcəyik? Sağı yoxsa solu? Haranı sizcə? Sol sağ tərəfi cütümü tapdıq bayaq. Yox, indi bu da başqadır. Baxın, cavab oldu 4. Baxın. Gördünüz nə oldu cavab müəllimə? Bir proqram özünə baxış yetirin görüm. A bərabər 9 yazdı. A bərabərdir. A-dan çıx 5. Neçəsi qaldı? 4-ü. Niyə A-dan? If. Yox. Bax, müəllimə, heylə baxmayın ha, heç vaxt. Heç vaxt. İndi burada düzdür, belə çıxdı cavab. Baxın. Else-də ola bilər, else-də gedə bilər. Bu niyə A-dan 5 çıxdı ki? Səbəbi var, müəllimə bunun. Baxın, əvvəla if-ə baxırsınız. 9-u 2-yə böləndə, baxın, 9-u 2-yə bölürəm, 4, 2, 8. Qalıq 1-dir, düzdür müəllimə? Qalıq 1-dirsə, müəllimə, bu true olacaq, true, hə deyir, hə. Hə qolu, burada yox qolu. True oldu, müəllimə, baxın, true oldu, true, 1. Hə deyəndə, indi getdir 9-dan 5-i çıx. Müəllimə, bura false olsaydı, bax, indi mən, baxın, indi buranı dəyişim, bura 10 yazıram. İndi nə olar sizcə? Aha, deyir ki, onu 2-yə böləndə, onu 12-yə böləndə faizi, o faiz işarəsi bəs, bax, onu 2-yə böləndə qalır qalığı, 5 düşür qalığı 0-dır. 0 true'dur yoxsa false'dur? Bax, onu tapırsınız. 0 false. Qayıdırsınız else qoluna, baxın. Başa düşdüm. Deməli, true olanda. Görəndə deyir ki, hə, onu o gün izah edirəm. Deyir, müəllim, onu 2-yə böldük, dava getdik, ondan 5 çıxıq deyirəm. Yox, nə danışırsınız? Heylə olmaz axı. Heylə olsaydı, bu sualı bizə verərdi, müəllimə. Baxın, verməzdi axı, düzdürmü? Onu deyir 2-yə böl. Şərt qoymayıb, sadəcə deyir, onu 2-yə böl, müəllimə, yoxla. Hədir, yoxsa yox. İndi onu 2-yə böləndə baxıram ki, qalıq 0 qalırsa, qalığı biz 0, yəni 0 nədir? False-dur. Hə, true-dakı zaten bilirik ki, 1-dir də. Deməli, false. Artıq mən gedib nəyə baxmalıyım? Mən artıq else qolundan getməliyəm. Görürsünüz, biraz fərqli nüanslardır mənim bunlar. İncə məqamlar. Onun üstə 5 gəl, eləsin 15. İndi bunu başa düşdüm mən. Bunu da yazım. A bərabər. Bundan işləyir. Bundan əməlim, onda mənə atarsınız da.
Bundan yox deyə müəllimə gərək özümüz yazaq ancaq. Heç harda yoxdur bunlardan sual. Mən indi şeyləri atacağım. Sertifikasiyada bir dənə sual var. Buna oxşar. İndi onu kəsib atacağım qarşıma çıxanda. Bircə dənə sual var idi. Belə də ki, müəllimə, bax indi mən sizin canlıda işlədirəm də belə. Yazın bunları götürün. Götür. Onu müəllimə izah elədi o şeylərdə. Hə, o Nədir müəllimə, bu? ternar operatoru bu əslində indi yoxdur. Bu keçən ildən düşür. Bu keçən ildən MİQ imtahanlarına düşür artıq. Mən MİQ-çilərimə keçirəm bunu. Amma yəni sertifikasiya deyirdim yəqin ki düşməz. Aydındır? Naidə müəllimə Amma deyir hə, Naidə müəllimə deyəndən sonra mən də qərara gəldim ki, artıq sertifikasiyaya demək məcburundayam bunu. Amma MİQ-lərə deyirəm. Çünki MİQ imtahanı mənim keçən il 100% düşüb, bəli. Fos. Onda gəlirəm onun üstə 5 gəlirəm, eləyir 15. Başa düşdüm. Əgər bu mənə 0 verirsə də YLC oxuyuram. Əgər mənə 1 verirsə də elə əvvəldə sağdan, solda nə varsa da o ifadəni yerinə yetirəm. Hə, başa düşdüm ay müəllimə. Başa düşdüm. Yenə Fos də sorumlu. Fos bir də baş deməli. Əgər false olsa, onda əgər false olsa, onda mən gəlirəm əks haldanı yoxlayıram. Əks haldanı yoxla. Əgər true olsa, solu yoxla. Bəli. Bəli. İndi birində başa düşdüm. Birində bir fərqli tipindən də yazım dəqiqə. Çalışacağam hər bir hissəsinə toxunum, yəni bax müəllimə. Bir sıradan proqram yazacağam. Bunu çevirəcəm. Bax tam sizə aydın olsun ki, mən nə iş görürəm. Deməli, A bərabərdir A üstə gələk 2. Sonra yenə yazıram elif. İndi eliflə bir şey yazacağam və bunu çevirəcəyik müəllimə ternara. Elif A kiçikdirsə 2-dən 12-dən. Aha, bir dəqiqə. Deməli A bərabərdir A çıxaq. Dəqiqə 3. Yenə də olsun else. İndi else qolundan da yazaq. Deməli A çıxaq 4. Dəqiqə. Print A. Bu müəllimə. Bunu bir dənə həll edin, sonra mən bunu ternara çevirəcəm. Siz bunu həll edin görün. Mən sonra ternarla yazacağam. Bax bu ifadəni ternara çevirəcəm. Mən onu bildiyim qayda ilə həll edeyim. Bəli, həll edin görüm indi. Sonra keçək ternara bunu. Elif A kiçikdir 12-dən. A bərabərdir A minus 3. Else A bərabər A minus 4. Aha, gedək həll edeyim. A bərabərdir 10-dur. Deyir ki 10 böyükdürmü 6-dan? Deyirəm hə. Onda gəlirəm düşürəm. A böyükdürmü 6-dan? Sağ ol Ayfəli. A 10 böyükdürmü 6-dan? Deyirəm hə. Gəlirəm A bərabərdir. Onun üzərinə A 10-dur da. Onun üzərinə gəlirəm 2 elədi 12. Artıq məndə if ödəndi deyə daha mən elifə düşmürəm. Ödəndi. Gəlirəm print. Print A-nı çap edir 12. Cavab neçə oldu? 12-də elifə də düşmədim, elsə də düşmədim. Elə gəldim yanı çapa verdim. Cavab 12-dir. İndi mən bunu ternara çevirəcəm. Baxın indi. A bərabərdir. Bax bu if altdan yazıram müəllimə, tam sizə aydın olsun. Əlaqələndirirəm sizin üçün. If deyirəm A böyükdürsə. Bax eynisini çevirirəm, amma əlavə heç nə yazmıram. Else, baxın indi else qolu. A çıxaq 3. Bax diqqətli olun. A çıxaq 3. Sonra if A kiçikdir 12. Sonra else, baxın else A çıxaq 4. Aha, baxın budur müəllimə. Ternar yazılışı da budur. İndi diqqətli olun. Görüm sizin mənim burada nə sualınız olacaq. Deməli, yazdı ki A bərabərdir. A plus 2 if. Yenə eyni şeydir. Deyir ki, onun üzərinə 2 gəl.
A böyükdürmü 6-dan? Deyirəm, hə. A 6-dan böyükdür. True'nu verir mənə. Elə true'nu verdi də. Elə mənə gəldi true'nu verdi və gəldi verdi print 12. İndi mən 5 elədim bəs onda? A-nı 5 elədiniz? Bəli. Hə, A-nı 5 elədim. Deyir ki, 5 böyükdürmü 6-dan? Deyirəm, yox. False. Gəl, false elə. Aha, false elə, false elə. Onda false olanda əks haldanı yoxla. Hə, əks halda gəl. False olanda əks haldanı yoxla. Gəl, 5-dən 3 çıx, eləsin 2. Yox. Əgər false olanda gəlib biz düşürük Elifə. Elif yoxdur axı burada. Budur da. Elif nə idi? Elif. Else üstə gəldi. Baxın. Else if. Gördünüz? Elif deməli orada. Bəli. Elif da else plus if deməkdir. Baxın, indi mən proqramı çalışdırım. Bir dəqiqə buranı silim əvvəla. Gəlin buranı tamam silim ki, proqramımızın cavabı doğru çıxsın. Bir dəqiqə. Gedək proqramı çalışdıraq indi. Cavab oldu 2. Baxın müəllimə. Hə, cavab oldu 2. Səbəbi də var idi. Bax, bu qola görə 2 oldu. Nəyə görə? Çünki Elif gəldi. Bəli. Bax müəllimə, Elif bax buradır. Bu Elifdir. Bax, bir dəqiqə qələm götürüm göstərim. Elifin biz Elif nə deməkdir? Elif. Else üstə gələk if deməkdir. Else müəllimə if görürsüz. Bu else ifi bax ternar belə yazır elə. Else if. Aha. İndi baxırsınız bura. Deməli düşür, deyir ki 5-6-dan böyükdür, deyirəm yox. Yox deyəndə mənim işim Elif deyirdik də o hissəyə baxmaqdır. Elifə düşəndə Elifdə şərt var da. Bax else plus if. Deyir ki 5 kiçikdir 12-dən. Hə deyirsiniz. Hə deyəndə 5-dən 3-ü çıxıram, eləyir 2. Day gedib burada, mən 5-dən 4-ü çıxıb 1 yazmıram. 5 deyir ki, Elif, else 5 kiçikdir mi 3-dən? İfdə gedir də, 5 kiçikdir mi 3 deyir onda. Aha, gəl bunu yoxlayır, verir bizə. A2. Çünki fərqli məqamlar deyilir, müəlliməsi o yüzdən. Qoy onu yerinə yazım müəllimə. A bərabərdir 5. A bərabər A plus 2. If 5 böyükdür mü 6-dan? Else gəlirəm onda 5 çıx 3. Artıq da bu hissələrə baxmıram. Yox. If A 12 else A minus 4. Deməli, onda 5 böyükdür mü 6-dan deyirəm yox, false. Bax. 5-dən 3 çıx. False. 5-dən 3 çıx bərabərdir 2. Print 2. Print 2. Cavab olur 2. Cavab olur 2. İndi bundan birini də yazıram. Aha, deməli, olsun belə. Mən proqramda bir balaca dəyişiklik eləyəm ki, indi siz yazın. Görüm aydın oldu hələ sizə. Çünki artıq bəzi şeylər standartdan kənara çıxılır. Bilmirlər elmətçiləri. Deməli, mənim yəni bunu həqiqətən özümü borc biləmə. Çünki demişəm miqdarı siz yəni sertifikasiya artıq başlamışam deməyə. Çünki onlara mən demirdim. Deyirdim yəqin düşməz, amma baxıram ki düşər də müəllimə, düşsün. Biz hazır olaq. Buyurun. Ən azından məntiqi bildiniz. Aha. Bildik. İndi burada deyir ki
A-nı 3-ə vururuq. Yəni 10-u vur A bərabərdir. 10-u vur 3-ə. Bu eləsin 30. Müəllimə, heç yaza 30-un bilərik. Axı bu ternardır, ay müəllimə. Ya bu ifi niyə burada yazmışam mən bura? Elseni niyə yazmışam? Elif yazılıb bura. Bir dəqiqə, hara getdi? hı -hı. Deyir ki 3-ə. 10-u vur 3-ə. Hı -hı. If elədi 30. Gəl düş aşağı. If 32-yə bölünəndə Müəllimə, heç cavab demədim axı mən. Şərtdə sizə 10 vermişəm. Düzdür? Hə 12-yə bölünür. Burada A3-ə baxmıram. Hə, A3-ə baxmıram. Deməli şərt vermisiniz 10. 10-u 2-yə bölünəndə qalıq 0-dırmı? False. Verdi false. Aha. Onda gəl false verdisə də, əgər o mənə false verdisə də, onda gəl elif. Yəni elif də bizdə nədir? Elsi deməkdir də, yəni burada. Üstəgəl, hə, if bizdə elifi deyir. Elifdə Hə, gəldik bura. İndi yoxlayın şərti. Elsi. İndi gəlirəm ifə. Onun üstü 2 deməkdir də bu. Onun üstü 2 deməkdir, eləmi bu? 2 ulduz. Bərabər qoyum, bir dəqiqə. Hə, bir dəqiqə burada bir bərabər qoyum mən. Bunu da əlavə elədim. Aha. Şərti yoxlayaq burada. Bax, burada. Elifdə şərti yoxlayın. Elifdə şərti yoxlayaq. İndi burada 15-ə bölünəndə cavab 0-dırmı? Burada da deyirəm true. False true. False true mənə verir 0-ı 1-ə vuranda eləyir 0. 0-ı verir mənə. Burada bir şey qoyaq. Bir dəqiqə, burada bir şey yazaq. Şərtdə tamam dəyişdim. Bu belə qalsın, belə. İndi bunu yazıb götürəcəksiniz. Aha. İndi müəllimə gəlib bura baxırsınız. 12-yə böləndə, bax bura. Deyir 12-yə böləndə qalıq 3-ə bərabərdir mi? Nə deyəcəm? Yox. Deyəcəm yox. Deyirəm o zaman mən hara getməliyəm? Əks halda. Gəlirəm. Doğrudur. Doğrudur. Deyir indi onu 5-ə böləndə qalıq 0-a bərabərdir mi? Deyirsiniz hə. Deyirəm hə. Qayırsınız bax, bəli, true. Bax, buranı həll edirsiniz. Axı elifdir müəllimə, baxın. Deyirsiniz ki, birdən yoxa bax, burada bu else if birləşir bizə elif verir. 10 idi, onun kvadratı da eləyəcək nə? 100. İndi gələk görək 100 aldıq mı hələ? Proqramımıza görə çatışmayan nəsə var. Baxın 100 aldıq. Bax, müəllimə cavabı da 100 aldıq. Gördünüz? Yazın bunu götürün, cavabı da qeyd edin müəllimə. Bir dəqiqə mən təmiz yazım. A bərabər A-nı vuraq 3-ə. If artıq burada şərtlərin üstündə gedirik bu. 3 else nə yaxşı onu kod yeriyə salmayıblar. Yoxdur müəllimə, orada yoxdur. İnan Allah. Bax mən nə yazıramsa müəllimə canlıda çox xahiş edirəm. Səliqə ilə yazın götürün. Çünki müəllimə test demək olar ki, yoxdur da. Yəni indi mən özümdən proqram qururam burada canlıda, düzdür? Siz də bunları yazın götürün. Məntiqini də başa düşün kifayətdir. Hesabdan test tapmayasınızsa bilin. Yəni mən nə yazıramsa onları yazın götürün. Mən qururam da sizin üçün olsun. Aha. Deməli A 10-dur. Burada deyir ki A onu 2-yə böləndə cavab 3-dürmü? Deyirəm false. Yox. Onda gəlirəm əks halda. 10 5-ə elifdir. Bu if də elif deməkdir. Elif 10 5-ə bölünəndə cavab 0-dırmı? Deyirəm true. Aha. Aha, onda true. True deyirəmsə də onda gəlirəm. Elif, bu elsi də məndə elifdir deməli. Bu şərtdir. O if bu şərt idi. Ifdir. Bu biri elifdir. Onda gəlirəm. Onun kvadratı. Onun kvadratı eləyir mənə verir neçəni? 100-ü. 100-ü. Yəni 10 üstü 2 bərabərdir 100-ə.
Başa düşdüm Əməl. İndi bundan birində verin, qoy Başa lap beynimə tam otursun. İndi rəqəmlər Elə belə olur, yoxsa bundan da mürəkkəblər olur, görün. yoxda varmı? Müəllimə, indi mən sizin üçün mürəkkəblər bax yazmışam. İflə elif elə asan deyil ki, baxın müəllimə. Bu heç də asan deyil müəllimə. Ardıcı şəkildə o bizim həmişə görsəndiyi tipdə yazanda asandır. İndi bu tipdə yazmışam, görürsüz? Bu imtahana düşsə, indi siz görməmiş getsəniz, inan Allah, yəni orada yaza bilməzsiniz. 100% deyim sizə. Çünki baxacaqsınız elifdə var, else-də var, if-də var, yenə də else var. Elə biləcəydiniz ki, bu alt-alta ifdir. Aha. İndi mən dəyişirəm, yenə yazıram. Bir dəqiqə. Bunları həll eləyək, ondan sonra Nahidə müəllimənin yatdığını atın görüm həll eləyə bilərəmmi? O, müəllimə, o bircə dənə göstərib, bircə dənə. Ondan da yazdım sizə. Eləyə bildim onu. Hə də izah elədiklərim ondan idi. İndi müəllimə, indi özüm artıq bunları özümdən yazıram bu proqramları müəllimə. Özümdən yazıram hamısını. Yoxdur, müəllim, orada bircə dənə deyiblər, bircə dənə sual idi. Mən orada bildim ternar, всё, dedim ternarın adı çəkildisə müəllimə. Aha. Mən məcburam öz qruplarıma ternardan belə suallar yazmağa dərsdə ki, bilin. Test yoxdur müəllimə. Yəni ternarla bağlı mən sizə deyim. Bax testlər budur da. Yəni mən sizə burada yazıram, düzdür? Başa sallam. Dəftəri götürün. Heç nə müəllimə, heç sağ ol, Allah kömək olsun. Sağ ol. Əsas odur ki, müəllimə gedin. Yəni son dəqiqə deyil də, yenə də biri var ki, imtahanı 2 gün qalmış ola, bir də var ki, bilirik artıq. Yox, müəllim, vəhşi belə götürəndə bəlli zamanımız var. Hə də bəlli zamanına görə də artıq məncə dəfələrlə də yenə də müəllimə biri var ki, həmişə standart tiplər işləmək. Onu inanıram ki, işləyəcəksiniz. Yəni if burdan getdi, eval standart qayda var da müəllimə. Amma bu biraz gözünüz alışmır. Bu da rahat deyil müəllimə. Göz alışma metodu var da. Göz alışmı baxı. 4-2-yə bölünən. İndi gəlirəm A. Qurtarmamışam müəllimə, diqqətli ol. Proqram qururam mənə. Bir saniyə müəllimə. Mən də tezcə yazdım. Yazmayın, ay müəllim, köçürtməyin. Mən hələ qurtarmamışam. Bir dənə düşünüm. Bir saniyə. Yazım mən. Sadəcə müəllimə canlıda biraz yazanda adam bir dəqiqə. Yaz. Gərək düz ola da proqram. Aha. 5 bir dəqiqə. Görək. Bir də mən bunu run eləyim görüm səhvim olmadı ki proqramda. Səhvim olmadısa davam edək. Aha, düzdür müəllimə. Göstərməyim sizə cavabı. Düzdür. Fikirləşdiyim alındı. Aha, indi buyurun müəllimə. O mən tez yazım müəllimə bir dəqiqə. Səliqə ilə qəşəng bir tərəfdən köşədən yazın. Ternar operatoru. 1, 2, nə sual yazıramsa hamısını müəllimə. Elə bir ki sizin üçün bir şeydir da, yəni avantajdır. Müəllimə, belə də eləyə bilərik. İyundakı buraxılıram mən. Hara müəllimə? Siz yasamalda olursunuz. Buraxılmırıq iyunda məktəbdən. Hə, iyunda, iyunun 15-də. Hə, iyunun 15-də. Lap mən onda da Bakıya gəlib sizin yanınıza canlı da gələrəm. Hə, problem deyil müəllimə, necə istəsəniz. Necə istəsəz müəllimə. Qızım orada yaşayır. Hə, gələrəm bir dənə adım. Hə? Yasamalda qalır qızınız? Yox, Qazım Nərimanovda qalır. Hə. Aydın. Mən Nərimanovda da işləyirəm də müəllimə, Zəkat Tədris Mərkəzində müəllimiyəm. Eyni zamanda. Bu il ora gələrəm də. Ora gəlsəz daha olacaq, xəbəriniz olsun. Necə? Baha olur müəllimə, orada diqqətiniz olsun. Elə kursu deyə. Kursu deyə müəllimə, çox baha olur orada. Hə. İnşallah. Deməli A4, B5 deyir ki, A'ya bu bura fərqlidir. A'ya 4 verir, B'yə 5 verir. Deyir ki, A 3-ə bölünəndə cavab A 3-ə bölünəndə 4 3-ə bölünəndə faizi nədir? 4-ü 3-ə böləndə faizi 1-dir. 1 verirsə də turudur bu. Bu turuya getdi. Gəlirik. Sonra bu turuya getdi. Bu turu. Bura yazdıq else if. Aha, görə proqramımızda. Yenə bərabərdir amma yazmadıq. Bərabər 1, 3 yazmadıq. Özüm eşini yazmadım. Hər tiplərinə fərq. İndi canlıda işləyirsə müəllimə görə hər fərqli tip bizə nə verəcək də? Məsələ odur.
Məsələn, A-nı 3-ə böləndə, 4-ü 3-ə böləndə cavabı 1 verir. Bu tur oldu. Hı -hı. Sonra gəlirik. B-nin bu elsi, elsi bizdə burada bu elsi ifdir. Hı -hı. Elifdir. Elifdir. Bu bizdə elifdir. Hı. Elifdir. Əgər bu cavab 1-dirsə də, yəni onda bu 1 də bu turudur. Aha. Turudursa da şeyə baxmıram. Aha. Elifə baxmıram. Elifə baxmıram, gəlirəm. Hara? B-ni 2 hə, elifə baxmıram. B-nin faizi. B-nin də faizinə baxaq. B də Müəllimə, siz 5-dir. baxdınız ki, bir dəqiqə müəllimə. Siz çox şey getdiniz, nə deyim? Baxın, ifə gəldiniz, if budur da hökmən bura baxmalısınız. Bax, dedim Aha. yəqin cavabı tez deyəsiz, demədiniz, getdiniz digər ifə. 4-ü 3-ə böləndə qalıq neçə olur? 1. 1. 1 turudur, falsedur. Turu. Yox, qayıdın burada müəllimə. Hə, turu. Onda gəlirəm. 4 vur 4. A-nı vururam 4 vururam 4. Turu. Onda gəlirəm 4 vur 4 bərabərdir 16. Cavab çıxdı 16. Hə. İndi dəyişirik. Buyurun indi. Bir dəqiqə. Buyurun. Burada nə dəyişdi? Hə, indi A-nı 4-ə böldünüz. Bəli. İndi 4-dür bu. Aha. İndi deyirsiniz də 4 4-ə bölünəndə Nə eləyir? yox, 0 eləyir. Onu bölürəm, onu eləyirəm false. Onda false. Keçirəm false. Dayan. Deməli false olan da nə edirdik? Əgər o bizə false verirsə, əks haldanı yoxlayırdıq. Bəli, əks haldan. Əks haldanı yoxlayırdıq. Əks halda B-nin faizi 2 bizə 4-ü böləndə 2-yə bizə verir 0-ı da. O da verir bizə false. False verir bizə false-u. Onda gəl. O hər qolunu alırsa da o 0, deməli bu da 0 oldu, bu da 0 oldu. İkisi də 0 olanda onda gəl ikisi də 0-dır. Onda gəl A-nın üstə gəl 5-i. Deməli 4-ün üstə gəl. Ya ümumiyyətlə məntiqi tutmağa çalışın, sadəcə məntiqi bir dənə tutun. 4-ün üstə 5-i gəl öləsin 9. B də oldu 9. Hə, B-ni 9 harda aldınız, mən bilmədim. Baxın müəllimə, bir dənə məntiqi tutmağa çalışım. Bax deyir ki, A-nı 4-ə böləndə, 4-ü 4-ə böləndə deyirsən ki 0-dır. 0-dırsa mən bax bura qayıtmayacağam. Bax bir dənə qələmimi götürüm. Qayıtmıram. Aha, qayıtmıram. Mənim işim bax bura ilə deyil artıq. Mən bura qayıtmayacağam. Gedir bax indi burada mən B-ni də soruşmaq istəyirəm sizdən, A-nı da. Gəlirəm indi bura. A-nı baxın 4-ü 4-ə böləndə dedik ki 0. O zaman bax bura elifdir də, elif. Həqiqətən də baxın elif, elsif. Deyirəm 4-ü 2-yə böləndə aha. Qalıq nədir müəllimə? 0. Qalıq 0-dır. Qalıq 0 olanda mən artıq qayıdıb bu elsi yerinə yetirməliyəm də false-a qayıtmalıyam. Düzdürmü? Burada cəmi soruşsam, nə eləyir bizdə? A ilə 5-in A nədir? Bura eləyər 9. 4. Hə də A4-də 9 eləyər bura qayıtsam. Bəs B-ni soruşmuşdum. İndi mən burada özəlliklə B-ni soruşmuşdum. B neçə eləyər müəllimə? Görün B dəyişdi. B 5-də elə yenə 9-u tapdım. Doğrudur. Cavab mən sizdən B-ni soruşdum. Cavab olur 5. Aydındır? Bax belə. Əgər A-nı soruşsaydınız, A bərabər olardı. B bərabər olardı 5-ə. Birində düşünək, müəllimə, birində düşünək, görək nə olur. Bir dəqiqə. Bərabərdir 40,16. Mən yazacağım, sonra köçürərsiniz dəftərdə, sonra həll edəyək.
Buyurun müəllim. Köçürdüm səliqəni. İndi burada mənə deyim ki, x burada qoyum düzüm köçürtdüm. X'i vur 4'e, if x'i böl 2'ye, else x'i böl 3'e, if y'yi böl 5'e, else y'yi vur 2'ye. Aha, burada bu nə deməkdir bizə? Deməli nə deyir? Deyir ki, deməli x bizdə neçədir? X bizdə 40'dır. 40'ı 2'ye bölünmür. Faiz sıfırdırmı? Deyirəm false. False. Faiz sıfırdırmı? Deyirəm false. Elə faiz sıfırdırmı? Aha, nə deyirsiniz? False deyirəm, sıfır. Ay Allah, false. Hara gedəsiniz? Bunda əks haldıya gedirəm. Bəli. Əks haldıya. Bu ortadakı yelsi mənim elifimdir. Bəli. Else. Müəllimə fikir var. Hə, elsidir, x-dır, faiz 3'dür, nə bilim if-dir, y-dir, bu elsidir. Əks halda gəl, y-i vur 2'ye. Y neçədir? 16. 16'nı vur 2'ye, eləsin 32. Cavab 32'dir. İndi mən də yoxlayayım, sonra izah edeyim. 32 mi oldu? 1. Bax müəllimə. Əvvəla baxdınız bura. Deməli x, bir dəqiqə mən həllini tam yazacağam, sonra siz səliqənin həllini köçürərsiniz dəftərinizə. X bərabər oldu 40'a. Bunu bildik. Y də bərabər oldu 16'ya. İndi gəlirəm bura. Mən bura artıq gedib vura bilmərəm də. Axı mənim işim if-ləndir. İfimdə nə deyir? İf mən x-im 40'dır. 40'ı 2'ye böləndə qalıq nəyə bərabərdir? Qalıq 0'dırsa, bu false-dur, false. Bax mənə bu false verir, false, false. False verir deyə mən nihəyə gedim, turuya gedəmirəm, amma qayıdıram bura. Qayıdıram ki, bu nədir? Elifdir. Bax, bura elifdir. Bura elifdir. Y-imiz neçədir deməli? 16. Bax, y-im burada 16'dır. Birinci 16'nı 5'e bölürəndə neçə düşür? 16'nı 5'e böləndə qalıq düşür 1. Düzdür müəllimə? Turu. Düzdürmü? Hə, turu. Mən indi bu elsiyə düşəmirəm də müəllimə. Bax, burada elif. Elə bir ki, müəllimə bu elifdir də. İndi x-imiz nə idi? 40 idi. 40'ı da 3'e böləndə, gedim kənarda 40'ı bir dəqiqə 3'e bölüm, 3 dəfə 1'im 3, 4'dən üçün çıxanda 1, 3 dəfə üçün 9, 10'dan 9. Aha, qalıq da qalır, yəni 1 da 1. Bunu da bax müəllimə, 40'ı da 3'e böləndə mən alıram 1. Cavab da olur 1. Baxın. Yenə səliqə ilə yazım, siz köçürün, artıq belədir. Baxın müəllimə, bir də izah edirəm bunu. Tam diqqətiniz burada olsun, tam fikriniz. Aha. Heç nə yazmayın bu dəqiqə. Heç nə yazmayın. Mənə qəşəng dinləyin. Baxın müəllimə. Bura if-dir. Bura else if demək, yəni elifdir. Bax, elifdir. Gəlirəm bura baxıram. Dedim ki, x-imiz 40 idi. Bir dəqiqə. 40. Y-imiz də 16'dır. Yoxlayıram. 40'ı 2'ye böləndə, bax, 40'ı götürüb 2'ye bölürəm. Bura bizə nə verəcək? Bax, bu hissə mənə nə verəcək? Bax, bura. Mənə false verəcək. Düzdürmü? Çünki 0'a bərabərdir. Deməli, false verdi, mən gedirəm, bura baxıram. Artıq buradan sağa yox, bura. İndi gəlirəm, elifə baxıram. Elifə baxanda gəlirəm, birinci elifdə ifə yoxlayırıq. Elifdə ifi yoxlayırsunuz. Y neçədir? 16. 16. Bax, müəllimə, 1 yazacam bura. A yazacam. Burada B yazacam. Oldu mu? Ardıcılığı. 16'da 5'e böləndə qalıq 1'dir mi?
Deyirəm hə. Aha. Hə nədir? Hə. Hə yəni true. True. True'dursa müəllimə mən bax bura baxacağam indi. C. Bax burada C yazıram. C-də nə olacaq? X-im 40-dır. 40-ı da 3-ə böləndə eləyir qalıq 1. Vsyo. Hə, başa düşdüm. Deməli bax, burada deyirsən ki 40. Aha. 42-yə böləndə qalıq 0-dırmı? Deyirəm hə. 0 yazıramsa false yazıram. İndi bu 0 oldu da, hə oldu. Bəli. False oldu. Əgər true olsaydı, elə mən gedib, müəllimə, indi burada true olsaydı, Hə, gəl o. yəni 0 olsaydı, qoy bunu izah, özüm izah eləyim. Deməli, 42-yə böləndə, Hə. 42-yə bölündüm 20 alındı. Qalığı, bu cavabı false-la gedirik. Əgər 0-dırsa false yazıram. Bəli. False oldu deyim, gəlirəm, artıq else məndə bu elif deməkdir. Elifdəki ifə baxıram, şərtə baxıram. Aha. Y-i də 16-ya bölüm, 16-nı da 5-ə böləndə qalığım 1-dir. Bu da oldu nə? True. False, true. Aha. Bu da oldu true. Bu da oldu true. True oldusa, yəni hə dedisə də, təzdən gəlirəm, 43-ə bölürüm. Bəli. Alınan qalır. Məndə 1-i verdimi? Bəli, bəli. Hə, o da mənə 1-i verdi. O da mənə 1-i verdi deyə, Aha. 1-i verdi. O da mənə 1-i verdi deyə gəlirəm. İndi müəllimə, burada 40-ı 3-ə böləndə alınan qalığıdır. Bu da 1 verdi, bu da true verdi, bu da true verdi. Elə Ona görə də gəlir. Elif budur da. Elifdə artıq işi görün, bitirin. Elif buradır. Elifdə burada yoxladınız, ifdə yoxladınız. Hə dedinizsə gedin buranı hesablayın, cavabı ekrana çıxardın. Hə, 40-ı da 3-ə böldüm, elədi 1. Qalığı elədi 1. Gəl. Buradan da. Hə, deməli 1 false, 2 true mənə gəlir, verir true-nu. Bəli, toplayanda, yoxsa necə? Toplayanda, hə, məntiqi riyaziyyatdadır. Hə. O 0-la 1-i toplayanda 1 verir. Hə. Bax, görsün çox belə, yəni, bax, yazdım ki, A yazın, üstündən B yazın, köçürün, C yazın ki, bilin hara qayıtdınız. Bu else if deməkdir. O yüzden mən buranı bitirməmiş, yəni, yox desəydim düşərdim ha, bura. Burada əgər yox desəydim, düşərdim bu else if, yox, bitirərdim işimi. Hə deyirik deyin, davam eləyirik. Bəli, elifdən çıxmadım da, elifin daxilindən çıxmırıq. İndi bunu köçürün, səliqə ilə başqasını yazacağım. Köçürdüm müəllimə, yazın. Həllərini də qeyd elədiniz. Hə, yazdım. İndi birində rəqəmi dəyişəcəm də, yazmaq deyəndə bir dənə rəqəmi dəyişək. Onca bu yazdığım proqram məncə qəşəng proqramdır. Deməli, bura qalsın. İndi siz deyəcəksiniz, mən deməyəcəm hələ ki, görüm yadda nə qaldı. Dəqiqə. İndi baxın. Eynən bunun üstə gedək də yenə. Hə, bu görür Amma rəqəmləri dəyişdim. İmtahana bundan çətin düşməyəcək, narahat olma. Asan düşəcək ki, müəllimə çətin düşməyəcək. Bu asan deyil heç də. İşləyək. Buyurun müəllimə, sizi gözləyirəm. Buyurun. Hə, deyir ki 40. İndi dəyişdiniz 13 oldu da bu. Bəli. İndi bu 13 oldu. 40-ı 13-ə böləndə mənim faizim neçə verir? 40-ı 13-ə böləndə neçəsi düşür? 3 dəfə 39. Aha. Bir qalıq qalır. Aha. Burada deyirəm true. Aha. Deyirəm hə. Hə deyirəm deyin. Əgər bir dəfə ifdə hə alıramsa da, onda mənim elifə neynirəm qayıdıb elifə qayıtmıram. Elə gəlirəm. X-i vururam. X-im neçədir? 40-dır. 40-ı da vururam 4-ə, eləyir 160. Ekrana çıxdı 160. İndi, gəlin, bunu dəyişim. İndi baxın. İndi baxıram. 39. İndi deyir ki, 39-u 13-ə böləndə doğrudan da gəlir, false verir. Olur, false. False verir, false verdi, 0 verdi. Onda gəlirəm, mən y-ə baxıram. 16-nı bölürəm yenə 5-ə. Bu mənə verir
Hə? İndi dəyişdiniz 4 elədiniz. Dəyişmişəm mənim oyun proqrama baxın 4-ə bölürəm. Aha. Hə, 4-ə bölürəm. Deməli, hələ yazmayım, qoy. 16-nı 4-ə böləndə, yenə də faizin mənə nə verir? Sıfırı verir. O da oldu nə? False. O da mənə o verdi false. Deməli, biri verdi mənə, 39-u 13-ə böləndə verdi mənə false. Dedi sıfırdır, false'dur. Təzədən gəlirəm, false verdiyinə gəlirəm. Yenə də 16-nı 4-ə bölürəm. Yenə də bu mənə verdi false. İkisi də mənə false verdi deyə, ikisi də mənə false verdiyinə görə gəlirəm əks haldıya. Əks haldıya gəlirəm. X-im 40-dır. 40-ı bölürəm 3-ə. Mənə 40-ı 3-ə böləndə neçə qalır? X-i bölürəm də yenə. 40-ı bölürəm 3-ə. Faizim mənə 1 verdi, yoxsa 0. 40-ı 3-ə böləndə. 39-u 40 yoxdur axı müəllimə burada. 39-u 39-u 3-ə böləndə elədi 0. Gəlirsiniz elifə. İfə baxırsınız. Elifdəki bax bu ifə. Gəlir bura. 39-u 4-ə böləndə deyir qalıq nəyə bərabərdir? 39-u 4-ə böləndə qalıq necə düşür müəllimə? Bir düşür də yəni. Yəni full deyəcəkdim. True olur da yəni. Qalıq qalır axı. Hə, qalıq qalır, true olur. Qalır deyə olur true. Yəni true gəlir onda x-in qiymətini də vurur 3-ə. X neçədir? 39-u gəlib vuracaqsınız 3-ə, cavab odur. İndi gəlin başqasını da yazaq. Məntiqin tutduqsa birini də yazıram. Dəyişim yenə. Yox, elə bu qalsın rəqəmləri. Bir dəqiqə, bir balaca dəyişiklik eləyəcəm yenə də. Dəyişiklik eləyin, amma qoy mən köçürüm. Hə, bir dəqiqə. Mən tamam sildim. İndi belə yazacağım. Hər məqamına toxunmaq istəyirəm ki, nə çıxsa qarşınıza inşallah ki yazasınız. Deməli, bir dəqiqə. Deməli, belə yazsaq. Mənim proqram ümumiyyətlə yazmaqdan çətin işinə yoxdur həqiqətən. Adam bilsir. Bilsiz necə? Yoxsa sıfırdan yazmağa, müəllimə sıfırdan proqram qurmaq. O, nə var? Hazırı nə var ay müəllimə yazmağa? Hazır asandır. Deməli. Deməli, görək düzdürmü? Siz yazın, bir dənə mən ekranı çalışdırım, görün proqramımda ümumiyyətlə yanlışlıq yoxdur ki. Düzdür. İndi buyurun müəllimə. Proqramım düppələm düzdür. Əla. Buyurun. İndi gəlirəm. Deyir ki, print x-a verdik 39, y-ə verdik 16. X-i vur 2-yə. Deməli, print. X-i vururuq 2-yə. Gəlir birinci ifə. X-i 4-ə böləndə, yəni 39-u 4-ə böləndə mənə nə verir? 39-u 4-ə böləndə neçə gəlir? Bunu yəqin ki, bir şey olar da, 1 olar. Əlavə eləyim, bir dəqiqə. Sıfırda yazın, proqrama baxıram, elə bilirəm. Aha. Hə. Çox ciddi dəyişik olmadı, nəsə, aha. 39-u 4-ə böləndə mən bilirəm ki, burada 0 ola bilməz də. Bu verir true-nu. 0 olmadı, 1 oldu. Verdi true-nu. 39-u 4-ə böləndə verdi true-nu. Əgər o true-nu 1-ə bərabərdirmi? Deyirəm, hə. Elə gəlirəm, x-i vururam 2-yə. Bəli. X-i vururam 2-yə. X-im də nədir? 39-u vururam 2-yə, eləyir 78. Baxın. İndi dəyişdiyimdə də 41 aldım. Bax, müəllimə. İndi sonda dəyişdiyimdə 41 aldım. Baxaq yenə də. Bu formada olanda... Mən düz dedim, müəllimə, bayaqkin. Bayaqkin, hə. Bayaqkin düz dediniz. İndi belə olsa,
Belə də yazmışdım. Qoy indi belə. Qoy müəllimə. İndi qoy mən bunu hesablayım. Aha. Aha. Deyir ki, 39-u 4-ə böləndə sıfıra bərabərdirmi? Deyirəm, yox, false. Əgər o false deyirsə, Aha. gəlirəm, bax, bu else məndə elif operatorudur. O else məndə elif operatorudur. Aha. Hara kimi elif operatorudur? İkinci else kimi elifdir məndə. Bəli. İkinci else kimi elifdir. Bu məndə elifdir də. Gəlir, deyir ki, elifdə gəlirəm, birinci ifi yoxlayıram. Bəli. Y-i indi 2-yə bölürəm. 16-nı 2-yə böləndə cavab 8-dir. Yəni, cavab 0-a bərabərdir. Bu da mənə verir false-u. Əgər bu mənə yenə də false-u verirsə, onda gəlirəm onda else-ni yoxlayıram. Else-ni yoxlayıram. X-i bölürəm nəyə? 4-ə. Yəni, X-im 39. Yox. Bax, else gəlirəm. else X-in üzərinə 2 gəlin, bitdi. Deməli, bu da mənə verir false-u. Gəlirəm else, X-in üzərinə 2 gəlim. 39-un üstə 2 gəlirəm. Eləyir neçə? 41. İndi bunu da yazın. Gördünüz mü, mən burada bərabərlik qoyan kimi cavab tamamilə dəyişdi, başqa bir şey oldu. Bərabərlik qoyan kimi, aha. İndi hər ikisini köçürdün. Bax, fərqli müəllimə cavablar alınır. 78 və 41. Səbəbi də bildik də niyə? Çünki mən bərabərlik qoyanda müəlliməm, sizdən soruşuram ki, bərabərdirmi? Qoy onu da yazın. Bəli, bunu da yazın. Elə biləm artıq başa düşürsünüz müəllimə bunları. Başa düşürəm. İndi siz mənə çoxlu suallar atarsınız. Bunları müəllimə indi özüm oturub yazıram sizdən bərabər. Belə yoxdur sual, inanın. Gərək oturam yazam müəllimə. Ancaq belə vaxtınız yoxdur. Müəllimə qəti yoxdur, inan Allaha ki, heç yoxdur bildiniz. Amma mən canlıda işlədirəm də, yazıram, otururam, bax belə yazıram. Hazır test də yoxdur, bundan heç nə yoxdur müəllimə, bildiyiniz yoxdur ha. Onu gör niyə verirlər müəllimə bəs? Yoxdur da müəllimə, nə deyim valla. Deyim, mən məsələn şərait yaradıram da, yazıram sizə. Bax köçürün, qəşəng öyrənin. Yox, sizə demirəm müəllimə. Yəni deyirəm, onlar niyə elə eləyir? Vallahi yalan deyir müəllimə, onu yalan. Heç mən vallahi demək olar ki, mən testlərdə həqiqətən yəni bu qədər test işlədirəm də uşaqlara da. Vallahi qarşıma çıxmayıb. Yəni nə bələdçidə yoxdur, nə koderada yoxdur. Arrayın özündə belə yoxdur yəni. Sırf bu tipdən ha müəllimə, bu tipdən yoxdur. İndi müəllimə x-i 4-ə yenə izah eləyir yazım. X-i 4-ə böləndə deyir ki, 0-a bərabərdir. Yəni 39-u 4-ə bərabərdir. Deyirəm, yox, 0-a bərabər deyil, false-dur bu. Aha, düzdür. Deyirəm false. False. Onda gəlirəm, girirəm else, elsin içindəki gəlirəm bunu. Elsin içindəki gəlirəm y-i yoxlamağa. Y-im də 16-dır. 16-nı da 2-yə böləndə faiz mənə verir 0-ı. Bu mənə 0 verdi, bu da mənə false verdi. O false verdi deyə gəlirəm əks haldan. Əgər true versəydi, yeri qayıdıb onu həll edirəm. False verdi deyə mənə gəlirəm 39-un üstəki gəlirəm eləyir neçə? 41. Dərk olunur? Mənim dərk olunur. False verirsə də onda gəlirəm üstünə ki. Amma burada məsələn gəldi 39 4-ə böləndə qalıq 1 vermədi, 0 verdi, yazdım ki, buna yazdım false. Sonra gəldim y-i 2-yə böləndə faizi mənə 0 verdi. Yenə də false verdim. İkisi də mənə false verdi deyə gəldim. İkisi də false verdi deyə gəldim 39-u 2-yə vurdum. Yəni əgər ikisi də false olursa qalxaram birinci şərti yoxlayıram. Əgər biri false, biri true olarsa da, yox, burada da ikisi false oldu. Print deməli burada 39-u 4-ə böləndə 0-a bərabərdirmi? Deyirəm, yox. 0-a bərabər deyil. Bu false verdi. False verdi deyə dedi yox. Yox dedi deyə
Gəldim, düşdüm Elifə. Aha. Gəlib düşdüm Elifdəki ifə. Mhm. Elifdəki ifə. 16-nı böldüm 2-yə, elədi 8. Bu da mənə 0 verdi. Bu da mənə 0 verdi deyə, bu da mənə 0 verdi deyə, false oldu deyə gəldim əks haldan. 39-un üstə 2 gəldim, elədi 41. Bu da belə. İndi bir dəqiqə. Deyirəm ki, A bərabərdir olsun 8. A deməli bölək 2 bərabər 0 or print. Bax, fərqli yazışlar tiplərini göstərirəm müəllimə. Dırnaq içində tək yazacağam. Yazıram yes. Aha. Bax müəllimə, belə bir sual qarşınıza çıxıb məsələn. Neyniyərsiniz? Or və ya deməkdir. Aha, deyir ki, A-nı 8-ə böləndə qalıq 2-yə bərabərdirmi? Deyirəm, hə. Onda gəlib yes-i çap eləyirəm. Məsələn, proqramı çalışdırsam. Görək düzüm dedim. Hə, çağırmadım. Bir dəqiqə. Nə oldu? Gedim bu tərəfdə yazım bir dəqiqə müəllimə. Bir dəqiqə. Python. Düz demişdiniz müəllimə, cavab yes-dir. Düzdür. A2-yə bərabər. Yenə yazıram, yəni gözünüzdən də görün. Hə, cavabı düz demişdiniz. Yəni desəm ki, məsələn 5 vermişdim də deyəsən bayaqlarım. Hə, 5. Deyirəm indi A-nı 2-yə böləndə bərabərdirmi 0-a demişdim or print olsun yes. Aha, true. Müəllim, o deyir sizə Nahidə müəllimin bir dənə sualı, o bircə dənə sual hansıdır? Atacağım. İndi onu deyək. Asın görüm. O hansıdır? 26-cı dərsdədir. 26-cı? Hə. Hansı 26-cı? Bilmirəm, onu harda izah eləyir o? Təhsil nə deyirlər? Orada görün. Facebookda görmüşdüm müəllimə. Facebookdaydı. Atacağım sizə, oldu mu? Aha. Deməli A2, A-nı 2 verdim. 2-ni 2-yə böləndə 0-a bərabərdirmi? Dedim, hə, oldu. İndi gəlin yazaq. Deyirəm ki, indi A-nı 2-yə bölək. İndi qiyməti verirəm. Deyirəm A bərabərdir 5. İndi baxın buna da, yəni hər bir məqamı qeyd edeyim. Deyirəm indi A-nı 2-yə böləndə dəqiqə 0-a bərabərdirsə or print olsun hə. Yes olsun elə, yes. Deməli, baxaq nə verəcək? Yes-i çıxartdı. Baxın, müəllimə. Əgər deyir A-nı, baxın, 5-i 2-yə böləndə qalıq 0-a bərabərdir burada. Deyəcəm, yox. Yox desəm də, müəllimə, bu printi yes çıxartdım. Düzdür? Or var ortada, ona görə. Bəli. İndi burada 2 yazmışdım. Bax, hər iki məqamı qeyd edirəm. 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdirmi? Deyirəm, hə. Cavabı çıxardır, true. Bəs niyə bunda ikisi də verdi müəllimə? 5-i 2-yə böləndə cavab 0-a bərabər deyil axı. Hə də, deyil deyə printi getdi, baxın. Deyil də müəllimə, baxın. 5-i 2-yə böləndə qalıq 0-a bərabər deyir. Sizə sual verirəm. Nə deyəsiniz? Yox. Yox, gedib printi çıxardır ekrana. Print nə deyirsə onu verir də. Print nə versə gedir onu verir. Birinciyə baxmır da, bax, aydındır. Əgər elə olsaydı false verərdi da. Necə yazmışlar false verir? Hə, indi yazıram true
Dəqiqə. Yazıram or. Yazıram əfəndi. İndi nə verər sizcə? Baxın, true. Hə deyirəmsə nə çıxardacaq? Baxın, true-nu. Hə deyirəmsə özünü çıxardır müəllimə. Hə dedisə. Onu həni harda dedi zən müəllimə? True nədir müəllimə? Hə. Yox. Aha. Hə deyər, həni orla birləşdir deyir əfəndi, baxın. Hə dedi deyə müəllimə, fərqli nüansda, o yüzden qeyd edirəm bunları. True dedim deyə cavabı true olaraq çıxacaq. İndi bura baxın, indi false-la yazıram, baxın, tam diqqətiniz burada olsun. Yazıram indi false, or, yenə yazıram dırnaq içində, yenə əfəndi, baxın indi bura. İndi false deyirəm, nə çıxacaq ekrana? Deyin görüm. Bax, false deyirəm. True demişdiniz, true çıxdı. Tur əfənd. İndi false çıxar. False yoxsa müəllimə false yox deyəndə nə çıxacaq? Əksi çıxacaq. Əfəndi. Bəli, baxın, diqqətli olun, bax. Siz müəllimə bunları bir vərəqdə yazın götürün. Bunlar da yoxdur. Fərqli nüanslardır, qeyd elədiyim kimi. Bu yazın. True or əfəndi. Mənə verdi bunu. False or əfəndi, verdi əfəndi. Öz soyadınızı yazın, fərqi yoxdur yəni. Dördüncüdə də false. Or əfəndi. Mənə verdi əfəndini. Bax, true verdi, true, onu başa. Bax, true or əfəndi. Bax, hə deyir deyə birincidə. True. True nədir? Hədir də. Hə deyir deyə, deyir ki, məni ekrana çıxart. Başqasına sizə imkan vermir, baxmağa müəllimə. Qoymur. True'dur deyə true verir. False or əfəndi. False'dur. Özüm dilimdə tutuldu. False deyəndə də gedir, belə deyək, false-a baxır. False-da da heç nə yoxdur. Əfəndi var orada, verir əfəndini. Bəli. Çətin deyil müəllimə. Çətin deyil, asan məqam. Elə çətin deyil. Aha, bir dənə də yazaq. Deyirəm indi print. Mən niyə burada? Bax, idle-da deyə gedib qayıtmaq olmur, görürsünüz? Silmək olmur. Idle-ın ən pis effekti odur. Aha, gələk bura. İndi deyir ki, print dırnaq içərisində yes. Bağla if əgər x böyükdür, bərabərdirsə 60-dan else olsun print olsun bir dəqiqə yes'in də əksi yox olsun da. Hə, no olsun. Aha, no. İndi buna baxaq. Bax, bu müəllimə imenli bu sual dünən verilmişdi orada. Və bu sual verilmişdi. Bunu deyirdiniz, eləmi? Bu sual, fərqli tip sualdan da biri buydu. İndi mən bunları əlavə yazdım. Bunlar da fərqlidir. Qeyd elədim müəllimə. Bugün sizə nə qeyd edirəm ki, inan hamımıza tipik suallardır ha. Heç biri, heç arada da yoxdur. Bax, mən sizə bəri başdan deyirəm. Yoxdur. Sadəcə o proqramları mən özüm oturdum, sizin üçün yazdım. Yoxdur. Məsələn, bunun özü də. Burada deyir ki... X böyükdür bərabər. Amma qısaca da heç nə qiymət vermir da. Sonra heç nə verməyib. Bax, indi gəl bunu run eləyək müəllimə. Sintaksis error var. Görək hardadır error. Deməli, print yes çıxartdıq, if-i çıxartdıq, böyük bərabərdir, s print nodur. Baxın, yəni biz bura, müəllimə, burada siz nə idi? Sual variant qeyd eləyəcəm bura. Dəqiqə. O görüm, hardaydı o sual məndə. Gözləyin görüm müəllimə, bir saniyə görüm o hardaydı. Telefonuma bir dənə baxın müəllimə, görüm o sual tapım mən. Çünki istəyirəm imeni onu işlədəm.
Bax, o sual yazmışdı, sadəcə ardı yadımda deyil. Ona görə bir dəqiqə. Görüm o hardaydı. Atım ekrana onu mən. Çəkmək də olmuyor. Hə. Elə belə çəkə bilmədim, buradan nəsə alınmadı. İndi variantları yazacağam ora, baxın. Bax, deməli müəllimə bunu verib, bax bu sualı verib. Deyir ki, hə, buradan köçürəcəm elə variantları. Çünki belə yadımda qalmayıb bunlar. If, baxın, if A variantı. X deyir kiçikdirsə, deməli deyir 60-dan. Buna deyir ki, müəllimə ekvivalent olanı tapın. Demir, çıxışa nəsə verin. O sözü demirdi. Hə. Deyir yes. Yes. Bu A variantı. Yox, gələk bunun ardı da var. Bir dəqiq, ardı nədir? Deməli else. Sonra yazıb burada müəllimə else. Else də yazıb nə? Else-də yazıb qoşan nöqtəni. Bax, indi özünüz fikirləşin. Görün, deyir buna ekvivalent nə olacaq? Print. Hə, dırnaq içərisində yes. Bağlayıram. İndi B variantını yazıram. B variantı. If not mötərizədə yazıb deməli. X kiçikdirsə 60-dan bağlayaq. Print dırnaq içərisində yes. Yes. Dırnağı bağlayırıq. Sonra yazıram else yenə də. Qoşan nöqtə print. 2 variant yazıram, kifayətdir. Print deməli olacaq dırnaq içində no. Deyir ki, müəllimə buna ekvivalent olan nədir? Hansı variantdır? Bax, sual budur. Bax, bunu şərtdə verib. Deyir ki, proqramdakı şərt operatordan istifadə olunub. Bax, bunu verib müəllimə. Bunu verib. Bayaqsa yazıdığa. Deyir, bu aşağıdakılardan hansı ilə ekvivalentdir? Belə deyək. Hansı şərt operatorundan istifadə olunub bunu yazanda? Hansı olar sizcə? Müəllim, bax elə x böyük bərabərdir 60-a. Böyük bərabərdir ya bərabər olmalıdır. Bu şərt doğrudur da. Əgər orada 60 verirsə də böyük bərabərdirsə də 60-a elə 60-a da bərabər olur da. Hə, indi variantlar hansı olacaq? X kiçik bərabərdir 60-dan. Print yes, yes print no. Mənim onda burada print B bəndi olar da, print no. Böyük variantı. Çətin sual deyildi. Rahat sual idi. Baxın, B. Elə həqiqətən baxırsınız ki, x kiçikdir 60-dan. Bunun əksi deyir ki, yox. Deməli, nə olacaq? Böyük bərabərdir. Gördünüz? Print birində yes, birində də no. Bax, burada niyə? Print no. Hə, yes olduğunda bildik də, baxın. Özündən əvvəl, baxın, belə. Elə bir özü ortada durur, müəllimə. Bir bunun sağı var, bir solu var. Solundakı, əgər bu şərt ödəsə, print yes olacaq, ödəməsə print no. Bax, bu sual idi, bir də deyəcəyim sual buydu ki, müəllimə. Yəni, bir dənə bu sual idi, fərqli. Qalan hamısını da işlətdim sizin üçün. Bax, bu günlərim, yəni özüm də sizlə bərabər yazdım, işlədim də, yəni ən fərqliləri. Hə, müəllim. Deməli, x böyük bərabərdir, yox, kiçik. Artıq burada kiçik yox. No yazıb da, müəllimə, elə onun yerinə bir dənə no yazıb. Print B bəndi. Aha. Görün, aydın olur. İmtahana keçdim. Ay müəllimə, keçəcəksiniz. İnanın Allaha, mən sizə ən tipikləri... Mən bir dənə də görsəm, sizə görürsünüz, bayaqda nə qədər test yazmışam. Yəni, gör nə qədər sualdır. İndi onlara oturub özünüz dənə-dənə də oturub baxacaqsınız. Yəni, day burada nə var? Deməli, bir dənə sual yazıram. Deməli, özümdən vurum bir dəqiqə. 1, dəqiqə 2... Küsmə hallarını görün, bilirsinizmi? Bir dəqiqə. Mən həmişə ona küsmə halları deyirəm. Təkrar elə mi? Biz təkrara qayıtdıq. 1, 2. Deməli. Append əlavə eləməkdir. Remove dəyişməkdir. Remove
Remove nə idi? Elementin birbaşa özünü silir. Birbaşa özünü silməkdir. Bəli. Append əlavə eləməkdir axırına. Hə, qeyd Hə. edin. Bax, bu çox yazıram ki, müəlliməm, həm də bunun üzərindən də deyim sizin üçün. Deməli. Hı -hı. Print A. Print A. Buyurun müəlliməm. Bax, print A-nı soruşuram. Print A. Deməli, etap gedək. Bəli. Deməli, başlayaq birinci A sətrindən. Aha. Yəni, A əlavə eləyir. 1, 2, 3, 4, 5, bir də 13. Əlavə eləyir. Sonra remove 2. Gəldi, remove 2-ni götürdü. Sonra gəldi, remove 2 getdi elə, qaldı nə? 1, 3, 4, 5, 13 qaldı. Sonra mənə deyir ki, A-nın üzərinə gəl 14'ü. Yəni, A bərabərdir, A-nın üzərinə gəl 14. Yəni ki, indi bu 13'ü appenddə, 13'ü o tərəfə itələ, otur özün orada. 14. 13 get, indi bu dəfə alındı nə? Appenddə nə alındı? Alındı 1, 3, 4, 5, 14. Özünə gəldi, yer elədi. 13'ü o tərəfə elədi. Sonra deyil, B2'ni sil. İndi gəl burada, deyil, remove B sətrindəki, deyil, B sətrindəki ikinci elementi sil. Deyil, B sətrindəki ikinci elementimiz nədir? Bunu başdan nömrələyirik. 0, 1, 2, 3, 4, 5. Deyil, B sətrində ikinci elementimiz nədir? 4'ü sil. İndi deyir ki, 4'ü sil. Bəli, B sətrindəki 4'ü dedi də mənə. Deyil, B sətrindəki. Aha, D sətrindəki B-ni sildi. İndi deyir ki, hə, siz həm A-nı istəyirsiniz çapa, həm B-ni. Deməli, A nə qaldı? A sətrində qaldı. A-da qaldı nə? Qaldı 1, 3, 4, 5, 13. B sətrində nə qaldı? B sətrində ikincini silmişdi də, qaldı 1, 3, 5, 13. A sətrində bizim 14'ümüz də var idi də. 14, 13. Amma B sətrində ikincini silmişdi deyə, B sətrində ikinci, 4'ü silmişdi deyə qaldı 1, 3, 5, 13. Deməli, müəllim, A oldu 1, 3, 4. Hayır, A oldu 1, 1, aha. 1, 3, 4, 5, 14, 13. 14, 13. Və B nə oldu? B'də də deyir ki, B'də də 2'ni sildi. Sıfırdan indekslədim. 1, 3, 4'ü sildi. 5, 13. İndi mən də baxım. Baxın müəllimə, bu küsmə halıdır. Bu küsmə halı bura qədər yerinə yetirirsiniz qayda ilə. Buradan artıq bu tərəfi dəyişəcək yol. Deməli, baxıram ki, A siyahısını verib mənim üçün bu. Deməli, o zaman B də bu formada olacaq. B, 1, 2, 3, 4, 5. Nəyə görə? Çünki biz bu halda verəndə bunların hər ikisinin ID-lərinin eyni olduğunu bilirik. ID-ləri eyni olduğuna görə mən A siyahısına nəyi əlavə etsəm, eyni zamanda onu mən B siyahısına əlavə etməliyəm. Məsələn, gəlirəm A siyahısına əlavə edirəmsə 1-i, 2-ni, bir dəqiqə 3, 4, 5, 13-ü əlavə edirəmsə bu eyni zamanda həm də B deməkdir. Əlavə etdik. Append həmişə əlavə edir sona doğru. Remove birbaşa gedib elementin özünü silir. Baxır 2. 2'ni getdi birbaşa sildi. 2'ni siləndən sonra yeni bir ifadə qalır. A, B nə olmuş olur? Deməli 1, 3, 4, 5, 13 olmuş olur. Bunu götürək belə. Sonra baxıram. Baxırıq. A ilə B bir-birinə bərabər idi. İndi baxaq görək nə oldu. İndi görək, bu küsmə halıdır. Artıq deyir ki, get A siyahısına. Bunu əlavə eləyəndə ID-lər artıq dəyişir. A siyahısına 14 əlavə etmək. Artıq B-yə əlavə eləyə bilməyəcəm. Çünki küsmə halı var burada. 1, 3, 4, 5, 13, 14'ü əlavə elədim A siyahısına. Müəllimə. Artıq mən burada B-nin yalnızca 1, 3, 4, 5, 13 olduğunu gördüm. İndi deyir ki, get B siyahısından indeksinə görə ikincini sil. 0, 1, 2. 4'ü də silirəm.
B siyahısı olur 1, 3, 5, 13 oldu B. A siyahısı da 1, 3, 4, 5, 13, 14 olmuş oldu. Bax siz B Hə, siyahısını müəllim. 4'ü silməmişdiniz. Sildim müəllimə. Eləmi? Sildim. Silmişsiniz? Hə, sildim. Hə, çox qəşəng sildim. Deməli B yazmışam. 1, 3, 5, 13 tamamilə doğrudur. Aha. A siyahısında yazmışam. 1, 3, 4, 5, Aha. 13, 14. Aha. Hə, müəllimə yazmışam. İndi Bircə belə onu olsun. soruşmaq istəyirəm. 14'ü 13'ten evvela mı yazmalıyım, sonraya mı yazmalıyım? Sonra. Sonra. Sonraya. Və belə 13, olsaydı 14. baxın. Və belə olsa nə olardı? Elə bir sual verin. Belə olsa da eyni qalardı, baxın. Yoxsa yox. Hansı müəllim? Deyə bax, indi bax dəyişdim mən. Buranı dəyişdim. A bərabərdir 14'ə. Mənim o da həmin şeydir də. Xeyr, A xeyr. bərabərdir. Xeyr. Müəllimə, belə olan halda bildim də haradır problem. Baxın, belə olan Aha, halda A ilə B üzərində başqa heç bir dəyişiklik olmayacaq. Hə, olmur eləmi onda? Müəllimə, baxın, bir də qeyd edirəm. Bax, burada, bir dəqiqə, qələmimizi götürək. Müəllimə, burada küsmə halı baş vermir. Baxın, küsmə halı deyirəm də elə. Küsmə halı Aha. baş vermir. Bax, bunu bir köşəyə yazın. Baş vermir. Çox vacibdir. Nə zaman baş verir də? A bərabərdir. Müəllimə, burada aidlər olduğu kimi qalır, ancaq burada dəyişir də aidi. Belə olanda, məsələn, aidi dəyişir. Ancaq belə olanda aidi dəyişmir. Necə varsa elə də qalacaq. Dəyişməyəcək. Və bunu qeyd edin, bir köşəyə yazın. Hə. Yəni dəyişmir. Küsmə halı baş vermir. Yox, küsmə halı bu birisi o dediyim qaydada küsmə halı baş verdi. Bu formada artıq küsmə halı heç bir, yəni necə yazırdınızsa, elə o formada da qeyd eləyəcəksiniz. Küsmə halı yoxdur burada. Bundan da çox azdır test nümunələri. Demək olar ki, yox səviyyəsindədir. Çox azdır yəni. Bir dənə də mən yazım sizə. Oldu. Birini də yazım mı bundan? Hə, müəllim yazın. Yazım. Birini də yazım, işləyin görüm indi. Aha, yenə də bu qalsın elə belə. Deməli 1 2 3 hə 6 7 yazaq. Deməli. Buyurun. Götürdüm müəllimə başlayın. Köçdüm. İndi burada nə deyir bizə? Deyir ki, A bərabərdir 1, 2, 3, 4, 5, 6, 7. Yenə B-ni A-ya bərabərləşdiririk. Append, indi deməli bizdə append nə idi? Bizdə append bu 13 idi, bir də 12-ni əlavə eləməkdir. İndi append 1, 2, 3, 4, 5, 6, 7, bir də 12-ni əlavə elədim. Appendi əlavə elədim. Sonra insert, deyir ki, insert deməli ikinci yerdə durana 11-i əlavə elə. Bizdə ikinci yerdə duran 0, 1, 2, 3, 4, 5, 6, 7. Deməli insert deyir, ikinci yerdə durana əlavə elə 11-i. İkinci yerdə nə durur bizdə? 3, yəni yenə 1, 2, 3-dən əlavə olsun 11, sonra 3, sonra 4,
5, 6, 7, 12. İndi deyir ki, Hı hı. B bərabərdir. B-nin üzərinə, Aha. B sətrinin üzərinə gəl 2-ni. B-nin üzərinə gəl 2-ni. Append. B üzərinə gəl 2-ni. Bax, müəllimə, indi burada bunun üzərinə gəlirəm. B sətrində B bərabər. B-nin üzərində təzədən bura Hə, 2 gəlirsən. ikinci 2 gəlirəm də. Aha. Təzədən bunun üzərinə 2 gəlirəm. İndi bir dəqiqə. Deməli B sətrində yenə oldu nə? 1, bir də yazıram. 1, 2, Aha. 11. Yox. İndi müəllimə 1, 2 dənə 2 olur. Təzədən yanında olur bir dənə də 2. Elə Sonra yenə olur. 2-ni əlavə eləyəcək. Əlavə elədim. Yəni oldu yazılış qədəsini deyirəm. Hə. 1, 2, Aha. 1, 2, yenə də 2, Hı hı. 11, 2 niyə? düz deyirəm. 1, 2, 2 niyə? 2 dənə 2 yazdınız bura. Baxın mənim yazdığıma. Baxın müəllimə. Bir dəqiqə bura baxın. Aha. Baxın nə yazmışam ora mən. Gözüm bax buranı 1, 2. qoy silim tamam. Bax tam bura baxın. Inserti göstərmək istəyirəm. Əvvəla bunu köçürürəm. Bax yazıram. A Onu bərabər. yazdım. Hə, Düzdür. 1 aralı yazacağam. Başa düşün. 3 4 5 6 7. Bunu yazdıq. Append. Bir dəqiqə sondakı o mötərizəni silim. Əlavə eləmək var da. Append 12. Bu həm də B deməkdir də. İkisi də baxın B-də A-ya deyir bərabərdir. Deməli oldu 12. Sonra deyir ki müəllimə A siyahısına fərqi yoxdur. A ilə B eynidir. İkinci yerdə durana 11-i əlavə et. Baxıram. 0 1 2. İkinci yerdə durana 11-i əlavə edir. Bu ikincini bax 3-ün elə bil ki müəllimə qarşısına əlavə. 3-ün yerində oturacaq. 0 1 2 olacaq 11. Gördünüz nə elədi? Insert. Hə. Gəldi oturdu 11-i təzədən bunu elə bil ki qovalayır o tərəfə. Belə deyək. Sonra baxırıq bura. Hə. İndi baxdıq, bunu da əlavə elədik, gəldik B-yə. Deyir ki, müəllimə indi. Həm B-dir, həm də A-dır da. İkisi də bir-birinə bərabər. İndi get B siyahısına 2-ni əlavə et. Bax, küstü. Küsür artıq. Küstü. İndi B siyahısına A olduğu kimi qalır. B-yə baxın, köçürürəm. 1, 2, 11, 3, 4, 5, 6, 7, 12. İndi deyir ki, B-yə 2-ni əlavə elə. Müəllimə, artıq A ilə B bir-birindən küsüblər. Bax, loru dildə deyirəm ki, aydın olsun sizə. Küstülərmi? Hərəsinin öz dəyəri var artıq. İndi gəldim buna, bunu da elədik. Sonra deyir ki, müəllimə, A siyahısına get 16 əlavə et. Mən artıq A-ya əlavə eləyəcəm. Baxın, nə yazıb bura? Deyir, A-ya 16-nı əlavə elə. Ta B-yə əlavə eləyə bilmərəm, amma müəllimə, küsüb gediblər bunlar. Sonra deyirin, del D3. Baxıram ki, del. B siyahısında deyir, get 3-cü indeks tapsız. 0, 1, 2, 3, 4 nömrələsəm. 3-ün indeksinə görə 3 burada düşür, deyir, silir. Yeni bir B siyahısı nə olmuş olacaq? 1, 2, 11, 4, 5, 6, 7, 12 və 2. Bu B. Deyir ki, indi A-da da get 3-cünü sil. Yenə də 0, 1, 2, 3. Buranı da silsəm, A siyahısı da olur bu. 1, 2, 11, 4, 5, 6, 7, 12, 16. Vəssalam. İndi burada print B-ni də yazsaydım, A-nı da yazsaydım, mən ikisini də yazdım. Bu B-dir, bu da A-dır. Bax, budur müəllimə. Görün, harda nə qaranlıq qaldı sizə, qeyd edin, zəhmət olmasa. Bax, müəllim, bu bəri başdan deyim. Deməli, bu siyahını verdi mənə. 1, 2, 3, mən indi dedikcə, 1, 2, 3, 4, 5, 6, 7-ni verdi. B-ni A-ya bərabər elədi. Dedi ki, append 12-ni əlavə elədim. A siyahısına 12-ni əlavə elədim. Bunu yazdım biz. Sonra B insert 2 dedi ki, insert dedi ki, ikinci yerdə durana 11-i əlavə elə. Mən də ikinci yerdə durana 3-ün qarşısına yazdım 11-i. Yazdım 11, 3, 4, 5, 6, 7, 12. Bu da getdi B siyahısı. İndi mənə dedi ki, B siyahısına təzədən sən B siyahısına 2 əlavə elə. Mən də burada yazmışam 1, 2, 11,
3, 4, 5, 6, 7, 12, bir də 2. Aha. İndi mənə deyir ki, A siyahısına təzədən 16-nı əlavə elə. Mən də yenə yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 12, 16. Əlavə elədimmi? Elədim. İndi mənə deyir ki, append A siyahısına yuxarıda 16-nı əlavə elədim. İndi deyir ki, del B siyahısında üçüncü yerdə duranı nədir? Sil. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üçüncü yerdə duran hansıdır? B siyahısında. Üçüncü yerdə duranım 1, 2, 3'dü müəllimə. Üçüncü yerdə duranım 3'dü. Ayşəgül, 3'ü sildim. Aha. Buradan 3'ü sildim. 3'ü sildim. Mənim B siyahısında indi qoy qalanları yazım. 1, 2, 11, 4, 5, 6, 7, 12, 2. Bu mənim oldu B siyahım. İndi deyir ki, del A siyahısından gəldir üçüncü yerdə duramısın. Mənim A siyahım nə idi? 1 idi, 2 idi, 3 əvvəlcə yazıram, 4 idi, 5 idi, 6 idi, 6 idi, 7 idi, 12 idi, 16 idi. İndi mənə deyir ki, üçüncü yerdə duranı siz 0, 1, 2, 3. Üçüncü yerdə duranım nədir? A siyahısında 4 idi. Düz mü deyirəm? Bəli, müəllimə, deyin, düz deyirsiniz. Hə, 4'ü silirəm, del. A siyahısında deyil, üçüncü yerdə duran 4 idi. 4'ü də sil. İndi deyir, print anı çap ilə. A nə qaldı məndə? Print A sətrini. Yəni 1, 2, 3, 5, 6, 7, 12, 16. Bu mənim oldu A sətrim. İndi deyir, B sətrini yaz. B sətrimdə nədir? 1'dir, 2'dir, 11'dir, 4'dür, 5'dir, 6'dır, 7'dir, 12'dir, 2'dir. Doğru yazdım müəllimə. Bəli, bəli. Baxın budur. Bu belədir, bu da belə. Hə. Nəsə 1, 2, qaranlıqlandı, 10. baxaq. Yox müəllimə, tamamilə düzdür, hə. Bunları bilirəm, yenə bilirəm, hə. Hə, əla. Keçək indi. Bir dəqiqə müəllimə. Bir dəqiqə. Deflərdən də bir dənə yazım, görüm vəziyyət necə. Hə müəllim, defi bilmirəm. Defi də təşəkkürsünüz. Elə sıfırdan defi. Hə, defi sıfırdan. Defləri onda sizə sıfırdan keçəcəm. Deməli, def 0. Sonra hansı hissəni sıfırdan keçəcəyik müəllimə? Heç nə müəllim, bir dənə defi. While necə vəziyyət? For bilirim. Pis deyir. İndi sual verdikcə bilirsiniz, sən pis deyirəm. Aha, elə əsas məsələ defdir. Gəlin bir dənə də defdən bir sual yazım, izah edeyim. Hə, əsas defdir. Hə, def də əsasdır. Def yazaq deməli ev. Belə işləyəndə özünüzdə bir üstünlük hiss edirsiniz müəllimə? Müəllimə, siz necə? Allah haqqı, siz necə? İnansız, o qədər motivasiyam artıq, o qədər. Ay Allah müəllimə, çox gözəl. Ona görə deyirəm, çox müəllimlər elə qoşulurlar. Mən həqiqətən mən də tərəddüd elirdim ilk öncə onlar elə qoşulanda. Sonra dedilər ki, yox da, yəni nə bilim belə daha necə deyim, yəni mənlə bərabər də başa düşürsə demək istəyirəm. Müəllimə yaxşıdır, çox inansız. Artıq bu neçə aydan sonra inanıram ki, mən yazım. Keçəcəksiniz. Allah uzaq eləsin, tək heç. Birinci canınız sağ olsun müəllimə. İnan Allaha, can sağlığı başqa. Hər şey boş şeydir. Biz pul üçün çalışırıq, sözüm. Yəni pul üçün deyəndə ki, hamımız yaşamaq üçün çalışırıq da. Yəni vallahi milyoner olsaq, belə deyək, heç özüm qarşı vallahi heç işləmərəm. Milyoner olsam. Əlbəttə ki, müəllim. Yox müəllim, bu bizdə bu Respublikant yerində qınaq məsələsi var da. Ay müəllim, boş şeylər. Siz alın. Birinci özünüz müəllimə. Birinci özünüz. Deməli. Def. Mən bir dənə qurum, hələ başlamayın. Fikrimi tamamlayım proqramda, sonra müəllimə. Ki bir şey alınsın. Bir dəqiqə. Aha. Aha, bir dəqiqə.
Deyək, mən izah edeyim bunu. Olarmı? Hı hı. Yəni, biraz çətinə yazmışam, amma da yazdım ki, yəni zaten defin nə olduğunu onsuz da bilirsiniz ki, def nədir? Definition'dır, funksiyadır. Funksiyanın daxilində gedən müəyyən xüsusi parametrlər var ki, biz onları yerinə yetiririk. Müəllimə, əgər defin daxilində ümumiyyətlə return varsa, elə burada return, yəni qiyməti geri qaytarır. Qiymət qaytarır. Çətin oldu. Siz bir balaca buna sadələşdirmə ilkdən çətindən bir dəqiqə. Bir balaca burasını sadələşdirim ki, müəllimə, siz də gözünüzü qorxutmayın mən birdən-birə. Deməli, bunu yazdıq belə, return-u qaytaraq. Hə, bir dənə bunu, silin burasını bir balaca sadələşdirim. Deməli, olsun, x üstə gələk 5 yazaq. Sonra belə bu formalara toxunacam onsuz da. Deflərdən çox işlədəcəm, narahat olmayın. Bir şey alınsın, burada 3 yazaq onda. Aha, deməli, baxaq. Tamam, bax müəllimə, mən sadələşdirdim. Deməli, defin biz, yəni def deyəndə ki, gəlirik bura. Yəni return. Return varsa, müəllimə, bu qiymət qaytaracaq. Qiyməti geriyə qaytaracaq. Verəcək, bax, aldığı qiyməti geriyə qaytarır. Return varsa, ümumiyyətlə biz deflərdə, prosedur və prosedur və funksiya olduğunu biz bilirik defdə. Prosedur nədir, funksiya nədir? Müəllimə, prosedur ümumiyyətlə qiymət qaytarmır. Qiymət qaytarmır. Yəni orada return yoxdur. Bu prosedurdur. Bəs funksiya nədir? Müəllimə, funksiya odur ki, yəni return var. Return varsa müəllimə bu funksiyadır. Funksiya return'dür, return, yəni qiyməti geri qaytarır. Qiyməti geriyə qaytarır. Geriyə qaytarır. Aha, bu da belə. İndi gəlirəm, toxunuram əsas hissəyə. Gəlirik bura. Deyir ki, bu öncəlik buradakı bu hərf çox vacibdir. Deyir D, f(x, y)-ə baxıram. Bura yazıram D, x-in yerində durur. Tam diqqətiniz burada olsun 3, y-in də yerində durur. Müəllimə, bundan sizə testlər atacağım. X, deməli, D olur 3, y də olur 2. İndi baxıram. D hardadır müəllimə? Baxın, D buradadır. Mən artıq bura baxa bilmirəm hələ ki. İşim bura ilədir. Gəlirəm bura baxmağa. Bura baxanda yerinə yetirəcəyim bir məqam olur. Deməli, D, x, y. Görə indi hara düşürük? Deməli, gəlirəm bura. Yazıram bir D, müəllimə. D, bir dəqiqə, buranı bir dənə silin müəllimə. Burada mən x yazmalıyam. X, y. Deməli, baxdıq bura. Aha, qiyməti geri qaytaracaq. Bura nə oldu? D, 3, 2. 3, 2 olduğunu bildiksə, D-yə gəlib baxıram. D, 3, 2. Gətirib burada yerinə yazıb həll eləyəcəm. Deməli, müəllimə, burada x-in 3.